Siyasi medya kanalına baxsın, siyasi bloger Elnur Aliyev. Günümüz uğurlu olsun inşallah. Akşamınız xeyir olsun. Necəsiz, dəyərli həmvətənlərim, dəyərli izləyicilərim? Neyinirsiniz? Vəziyyətiniz, işiniz, gücünüz? Dedim bir canlı yayım açın. Azərbaycanda olan haqsızlıqlar, Azərbaycan polis rejimindən biraz danışaq, polislərin satqınlığından, polislərin uğraşdığından, başqa ölkələrə satqınlıqlarından, işverənliklərindən, məlumat ötürməklərindən danışaq. Və ətraflı olaraq belə deyim, Azərbaycanda olan insanlara qarşı olan haqsızlıqlardan danışaq və başqaları necə deyim sizə öyrədirlər ki, gedin həmən insanlara deyin ki, siz vətən xainisiniz, amma vətən xainləri əsilləri içərdədir. Bəli, bu günləri bu Azərbaycanda olan polis rejiminin vətən xainliklarından danışıb sizi maarifləndirməyə çalışacağıq. Rədd olsun Azərbaycan Respublikasının prezidenti diktator İlham Aliyev və onun polis rejimi olan vilayətin küçükləri, polkovnikindən tutmuş serjantına kimi. Yeni gələn hər bir kəsi salamlayıram, yeni gələn hər bir kəsə axşamınız xeyir olsun deyirəm. Mila xanım, xoş gəldiniz, axşamınız xeyir olsun, necəsiz? Yeni gələnlər, xoş gəldiniz, axşamınız, hamınızın axşamınız xeyir olsun. Moderatorum, xoş gəldiniz, axşamınız xeyir olsun, gününüz uğurlu olsun. İnşallah deyib, salam Emir bəy, necəsiz? Yaxşıyam Samir bəy, siz necəsiz? Gününüz uğurlu olsun deyib və öz söhbətimizə davam edəcəyik. YouTube kanalı Siyasi Medya kanalına abunə olmağı unutmayın. Dəyərli həmvətənlərim mənim, dəyərli izləyicilərim mənim. Bilirsiniz ki, Azərbaycanda haqqı hüququ deyənlərə qarşı bilmirəm bu diktator İlham Oğraş Əliyevin bir siyasəti olaraq haqqı deyən insanlara qarşı ancaq elə vətən xaini şüarlarıyla trolları beyninə yerləşdirib, trollar da gəlib sosial şəbəkələrdə nə bilim insanlara çatdırmaq istəyirlər, amma mən də buradan Azərbaycan Respublikasının dəyərli, qeyrətli xanım və bəylərinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının vətən xainin bir nömrəli polis rejimidir. Bəli, polis rejimi. Polis rejimlərindən sizə danışacağım. Polislərin məndə işverənlərin çoxlu şəkilləri var, formada, zadda, hər cürə, hər bir pozada, dombalan yerdə, dombala qaşan yerdə, bəli, belə şəkillər, zadlar çoxdur, yazışmalar var, vətən xaini olduqlarının yazışmaları var, səs zapisləri var, hamısı məndə qaydlar var, hamısı sübutlar var, dəlillər var, hər bir şey əlimdə dasqanamidir. Firəngiz xanım, siz də xoş gəldiniz, hər vaxtınız xeyir olsun. Yeni gələn hər bir insan, hər bir canlı, hər bir nəfəs alan, hər bir vətənpərvər insanlar xoş gəldiniz. Gününüz uğurlu olsun inşallah. Ekranı bəyinin, təzədən gəlin, sikə baxan kimi dayanıb baxmayın üzümə. Ekranı bəyinin, tıqqıldadın, vırın ekranı. YouTube izləyicilərim, sizlər necəsiz, vəziyyətiniz necədir, işiniz, gücünüz, salamatçılıqdır mı? Ada xanım, siz də xoş gəldiniz. Hə, yeni gələnlər, sizlər də xoş gəldiniz. Ekranı bəyənin, siz başqa heç şey eləməyin, heç şey yazmayın, ancaq ekranı bəyənin. Cəmil, mamanla bir yerdə deyib, mamanı alqışlayır. Mamanla bir yerdə, bəli, mamanla bir yerdə, tərifləyirəm mamanla bir yerdə. Zəhmət olmasa diktator İlham Əliyev rejiminə qarşı şüarlarınızı səsləndirin, yazın burada. Sənan, mamana daha yaxşı oxşaya bilərəm, maman necədir, Sənan, Sənanı qabağa çəkək, Sənan yaxşı oğlun oxşayır. Hə, manaf demişəm, ekrana vur, peysərə vurma. Mən bunları istəyə yatıram, qoşulmursunuz. Mən bura bu günləri deyəcəm ki, nə? Mən bu günləri deyib gülməyə girmişəm bura, özüm ölüm, ancaq deyib gülməyə. Deyəcəm, güləcəm, əylənəcəm sizlərlə. Sizlərlə kef edəcəm. Deyib ki, Sənan maman necədir, Sənan maman. Sənan, sənə bir sual verəcəm. Sənan. Bunu tanıyırsan? Sənan, bunu tanıyırsan? Tanıyırsan bunu?
Normal şəkildə dedim, qoşuldu. Bak bunu tanıyırsan sen, bunu tanıyırsan. Başqalarını tanıyıram. Bu kim? Bu qəhbəni hardan tanıyırsan? De görüm. Yaxşı, bunu tanıyırsan. Dedim kişi deyirlər, mən qoşuldum. Bunu tanıyırsan. Mən qoşuldum. Amma sən naçişlik eləyirsən. Sana bak, sana bir söz diyeyim. Sən kişi kimi danışaq. Sen kişisən peysərsən. Deyirəm mən peysərəm. Peysər olduğunu boynuma al. Mən səndən normal danışıram. Amma düzgünlə deyəsən ki, Elnur bəy, mən peysərəm. Bu sözü boynum... Yox, həqiqət. Bax, onda mən mehriban döşün giləsinə töküm. Mehriban. Bu niye? Mama Rosa mehriban. Benim mihi. Mihi. Benim mihim. Peysər çıxdı. Bəli, biz belə peysər çıxardırıq. Qaraçıya oxşuyursan, oxşuyum da, qaraçılar bizdən nəyimiz, qaraçılarda nəyimiz artıqdır ki, belə ki, pis çıxmasın. Qaraçılarda nəyimiz artıqdır? Qaraçılarda olan qeyrət namus sizdə, bax sənin kimi peysərlərdə, ümumiyyətlə, sən söyləmək istəmirəm məsələn. Allaha and olsun, sən söyüşdən kayf alırsın. Hə, özüm ölüm, hə. Yeni gələnlər, xoş gəldiniz. Salam Elnur bəy, əziz dostlar. Aleykum salam. Xoş gəldiniz. Yeni gələnlər, xoş gəldiniz. Gəl onu Bakıda deyil. Bilən bu danışacaq. Gəl bırak, gül. Gəl qoşu misafiriyə. Atma da elə bayırda at. Atma. Söyüş söyənlərə at. Elə yazanlara atma gələn bayıra. Atma. Qorxmaz, xoş gəldin, ay qorxmaz. Hoş geldin. Gül gel koşu görün bura. Gel koşu görün bura. Şinaz dedaskar modixara mama nikoni. Seni kim saxlayır? Bacın. Bacın pul bırakır. Məni saxlayır. Aleyküm salam. Sen harbi otursun. Ağsaqqalla danışırsan. Sən Asif gəl qoşulub burada danışarsın. Ağsaqqal adamsan, özüməm sənə gül gəldi. Aleyküm salam, xoş gəldiniz. Axşamınız xeyir olsun. Çıxmağın iki növü var. Biri var qəhbə çıxdı. Biri var üzü ağ çıxdı. Valla canlı yayımı bilirsin niye açtım. Allah hakkı sizden de deyip gülmək üçün. And ol Allah'a. Sizden de deyip gülmək üçün canlı yayım açtım. Valla. Həqiqətən də açtım ki, deyim sizden de deyim gülüm. Amil və bəsləri də bezə oyanmaq lazımdır. Gələm bir dəqiqə. Hə. Sən orada qohumların burada. Mənim qohumum yoxdur. Mən internet uşağıyam. Belə ki olsun da qohumum mənim qozuma kimi. Olmuş. Bir yeni gələnlər xoş gəldiniz. YouTube izləyicilərim, necəsiz? Vəziyyətiniz necədir? İşiniz, gücünüz, salamaçılıqdırmı? Yaxşısınızmı? Misafirliyə qoşulmaq istəyən varsa gəlsin. Gəlin qoşulun misafirliyə danışaq. Gəlin. Gəlin qoşulun misafirə. Elnur'u söyən öz evindəkini söyür birbaşa. Bəli. Əpox yerlərdən monitor. Onların gücü ancaq, qaqaş, monitordan ancaq durub boş-boş danışmaq alır. Özüm benim.
Valla bunlar olan gücü ancaq monitordan boş-boş danışmaq olar. Mila yuxum qaçdı. Niyə? Niyə qaçdı? Üzülü yudun. Ona görə necə? Niyə qaçdı üzün? Üzün nədir yuxum? Baxın. Bilmirəm Samir. Diktator İlham Əliyev təzədən müharibəyə hazırlaşır. Bilirsiniz bunu? Bilirsiniz bunu? İlham Əliyev müharibəyə hazırlaşmağını? Hə? Bilirsiniz bunu? Bilirsiniz bunu? Hər bir rayon alanda 200, 300, 500 əskərimizi qurban verəcək, qurban kəsəcək. Bu günləri bir video ilə rastlaşmışam. Oy blin. Ona bir video çəkəcəm. Deməli, videonun məzmununu sizə danışım. Bir hicablı xanımdır. Dindar xanımdır. Qızı 16 yaşında. Diqqətlə qulaq asın ha buna ya. Bunun videosu var məndə, rəsmi videosu var məndə. Qızın 16 yaşı var. Qız ilk üzr istəyirəm xanımlardan, ilk aybaşı dönəmini keçirdən bir vaxtı. İndi belə ayıb da çıxsa deyəcəm də, yəni mən burada söyüşsə söyümürəm. Yəni bilirsiniz də mən ayıb zat şey eləmirəm də, ayıb sözlər zat da danışmıram. İlk aybaşı dönəmində qızının qanaxması həddindən artıq çox olub. Həddindən artıq qanaxması çox olub. Qızını çatdırıblar xəstəxanaya və xəstəxanada qızının bir gün vəziyyəti həqiqətən də ağır olub qızın. Rəsmi olaraq videosu var məndə, həmən xanımın, həmən qızının. Görün nə olub ha? Allaha and olsun deyirəm, İlham Əliyev. Bu videoda var ha, ana bacı, anam bacın qız gəlin, əl ayağı düz gəlin. Basacam da körpəndən tutmuş, bələydə yatanlara və kim hamısını basacam. Diqqətlə qulaq asın. Deməli, qızın 16 yaşlı bir qız uşağının aybaşı dönəmində qanaxmasından qız huşunu itirər evdə. Qızını skorola təcili tibbi yardımla xəstəxanaya yerləşdirərlər. Xəstəxanaya yerləşdirəndən sonra qızı yazar ki, ay mama, yaxşıyam. Hər şey öz qaydasındadır. Sabahları məni evimizə buraxacaqlar. Bunu yazın. Səhər tezdəndən də nə olsa yaxşıdır. Səhər tezdəndən xəbər gəlib. Qızın vəfat edib. Qızın ölüb. Ana da təlaşda deyir, vay, necə oldu? Qızım 7 saat, 6 saat bundan qabaq mənlə danışır. Bunun videosunu paylaşacağım ha. YouTube kanalı, siyasi medya kanalında, mən bütün videoları siyasi medya kanalında paylaşıram. YouTube kanalı, siyasi medya kanalında girib baxarsınız. Ana da deyir ki, vay, necə yəni, 7 saat bundan qabaq, 8 saat bundan qabaq, 8 saat bundan qabaq, necə olur ki? Mən qızımdan danışmışam. Deməli, bunu göndəriblər şeyə. Arvad gedib xəstəxanaya. Dərhal gedib xəstəxanaya ana. Allaha and olsun, necə var eləsə deyirəm, videonu paylaşacağım. Ananın rəsmi danışığıdır ya, görüntülü danışığıdır. Nə olub? Ana qızına deyir ki, anaya deyirlər ki, bəs qızın ölüb. Ana deyir ki, bəs mənim qızım hanı? Deyir, qızım morqda. 16 yaşlı qız uşaq. Deyir, necə yəni morqda? Mən 7 saat bundan qabaq danışmıyorum. Qızım deyir ki, amma hər şey gözəl qaydasında, səhər-səhər mənə buraxacaqlar da, səhər-səhər çıxıb gələcəm. Bildin?
Halın pisləşərsə, bir gündən sonra lap buraxarlar. Yəni bu qanaxmanı artıq 2 gündən artıq saxlamırlar. Yəni o iynədir, vururlar, qanaxmada kəsir. Yəni problemi bir şey deyil. Ana gedər morqa. Anaya morqdan qızı necə təhvil versələr yaxşıdır? Necə təhvil versələr yaxşıdır? Sizcə orqanları çıxardılmış vəziyyətdə, Allaha and olsun, 16 yaşlı qız uşağının orqanları çıxardılmış vəziyyətdə mən buna aid video çəkib paylaşacağım. YouTube səhifəsi Siyasi Media kanalında sabahları girib baxarsınız. Mən həqiqətən də çox pis oldum. Ana orada deyir ki, mənim qızımın orqanlarını çıxardıb satıblar. Mən dəfələrlə bunu hər yerdə izah eləmişəm. Diktator İlham Aliyev sənin əbəcdatını, sənin 7 arxa dönən sülaləndən bu arxa satanikin qəbrinə işləyim. Sənin ananın, bacının, bacının bacısının doğan, əkən, əkib biçən, çıxardan hər bir şeyin ağzına işiyim. Bilirsən nəyə görə? Bilirsən nəyə görə? Çünki sən o qədər naxələf oğraşsan ki, hər bir öləni soxursan morqa, aparıb orqanlarını çıxardıb satırsan. Niyə? Səbəb. Niyə? 16 yaşlı qız uşağının orqanları hanı? Hara elədin? Cavan ürək. 16 yaşlı ürək. Ən aşağısında yarım milyon qiyməti var ürəyin. Bövrək. 250-300 min manat bir bövrəyin. Cavan da sütül qız uşağı oğraşdı. Bövrək gül kimi, ürək gül kimi. Allaha and olsun. Biabırçılıq. Həqiqətən də biabırçılıq. Diktator İlham Əliyev görün nə qədər əclaf, nə qədər bişərəf, nə qədər bişərəf insandır ki, gözü puldan doymur. Gözünü dikir insanların orqanına. İlham Əliyev, mənim cinsiyyət orqanıma gözünü dik, cinsiyyət orqanımı verəcəm qızlarıma, soxsun götünə. Orqandır. Sən ürək orqanını boş ver, keçkinə cinsiyyət orqanına. Cinsiyyət orqanına keç. Cinsiyyət orqanımı verəcəm, sox Leylanı götünə, bu Leyla götündə fırlana gəlsin. Çünki o sik xəstəsidir. Bəli, iyniyir, gözlərini bərəldə. Deyir, Allah şəfa versin, deyir, sənə də Allah şəfa versin. Ay bir yerə soxum sənin. Çox əqidəsiz insansan, İliş. Çox. Mehi. Bax bu Mehi var ha, bu Mehi. Mehi. Gənirə Paşayevanı Mehriban öldürdü. Gənirə Paşayevanı Mehriban Əliyeva öldürdü. Biləsiz bunu. Kamranı qoşun. Kamrana bak. Diyarbakır'da bak. Oğlum deme. Biz tarixi demeyesin özümünüm. Alçak adamdır. Çok istəyirəm mən onu. Çok istəyirəm onu. Çok istəyirəm. Kamran necəsən vəziyyət? Axşamın xeyir. Neyinirsən işin gücün evdə şeydə? Danışdığın hadisə nə hadisədir? Kamran paylaşacağım onu baxarsan tam səmimi deyirəm and ol Allaha. Çox belə məyus oldum ey Kamran. 16 yaşlı bir dedim də paylaşacağım bir dənə baxarsan ona. O barədə sonra özün deyərsən. Bəli. Bildim. And içirsən, bax gör nə deyirəm. And ol Allaha deyirəm. Bax kişiliyimə and olsun. Hicablı xanımın danışdığını deyirəm burada. Yəni mən özümdən heç də çıxartmıram. Hicablı xanımın danışdığını deyirəm. Dedim, tamam, mən Paylaşacağam, baxarsan da özün baxarsan. Mən heç nə demirəm. yaxşı, mən nə deyirəm? Dedin həm də videosu da var məndə. Bəli, videosu var. Gözləyirik. Nə deyirəm? Bəli.
Paylaşacağım, baxarsan. Problem yoxdur. YouTube kanal siyasi medianı bilirsən də sən mənim. Nə vaxt paylaşırsan? Sabah. Bu gün yox, sabah paylaşaram hə. O üçlü Red Bull var ha Elnur. Hə. O Red Bull'dan bizim Azərbaycandakı Red Bull eyni dadda yoxsa fərqlidir? Yox, burada bunu 50 manata alıram. Neçəyə? 50 manata. Məzələnsən sən. Təmiz Red Bull da bu. Azərbaycandakı Red Bulldan giydirmə deyil bu. Amma bir dənəsində 50 manatdır. Bəli. Elə bir ki 50 manat Red Bull su içirəm. Neçə dollardır ki öyle? Azərbaycan pulu ilə, buranın pulu ilə 27 dollar almışam. 27 dollar 50 manat. 27 dollar. Mən də yaxınlaşırdı 50 manatı da. Hə. Həyat yaşayırsan. Bax beləsinə deyim sənə. Burada adi su var. Mehriban Əliyevanın adi suyu var. Mehriban Əliyeva içdiyi su var burada. Mehriban Əliyevada içir su var. İstəsən yəni şəkil seçib atarım sənə. İstəyirsən? Nəyi istəyirəm? Mehriban Əliyev içdiyi sudan çəkim atım sənə. O bir dənə xahiş edirəm, dünən yançıq saxladım. O bir dənə Ağayevi qoş da. Neyinirsən, sənin işin gücün yoxdur. Ağayevin işi gücü qutarıb, Ağayev gəlib burada danışacaq. Kamran, çünki sənə bir dənə söz deyim. Çünki Kamran, səndə belə bir xasiyyət var. Nə xəsiyyət var? Səndə belə bir xasiyyət var. Necə? Sən başda deyirsən ki, mədəni danışaq, buyur. Allah haqqı mədəni danışıram. Deyirəm, səndə bir sözümə qulaq asın. Deyirəm, səndə bir dənə xasiyyət var. De. Bax, bir dənə xasiyyət var səndə. Bilirsən nə xasiyyətdir səndə? De bildim. Deməli, doğrudan da tupoydular. Bu Red Bull'un orijinalı təzə bazarda satdılar, təzə bazarın yanında 35 manatdır orijinalı. Gedin baxın da bir. Təzə bazarda. Sırxla üzböz, bəli, sırxla üzböz. 35 manatdır. Red Bull'un orijinalı 35 manatdır. Siz içdiyiniz Red Bull orijinal deyil, giydirmədir. Helin orijinalı orada 18 manatdır. Oradan harda gəlir? Ora hardan gəlir? Ay Kamran, Azərbaycanda Red Bull neçədir? 3 manat 50 qəpik 4 manatdır da, hə? Yox, demirsən sirkin yanındakı o nə bilim. Bilmirəm də harda gəlir, amma təmiz orijinal Red Bull oradadır da. Gir bax, orijinal Red Bull, təmiz hel. Mən içirəm Red Bull'da içirəm, hel də içirəm, düzümə olmaz, amma mən içirəm. Bolmaqda, Məmmədli düz deyirsən qardaşım, bax Bolmaqda. Məmmədli düz deyir. Düz deyirsən qardaşım. Vallah deyirəm, Kamran, tam səmimi deyirəm, Qurana and olsun. Orada, bax məsələn bir dənə söz deyim. Orada get inşallah bir gün sırqla üzböz. Orada təmiz panteranın dərisindən, təmiz pantera yoxdur. Hə? Tanıyıram oraları. Təmiz panteranın dərisindən Qurana and olsun. Deyirəm, panteranın dərisindən hazırlanmış təmiz araqlar satırlar, çaxırlar satırlar. Sən deyiləm belə, belə o marağım yoxdur. Amma belə o Red Bull'a görə dəyəcəm ora. Dəy, sən oradakı bir dənə işçilərə bax. Gedəcəm ora, dəyəcəm. Yaxınlardan olsa Bakıya bir dəfəmlik gedirəm. Orada dəyərəm ona, problem deyil. Hə, dəy, bax, yəni var da, qardaş, orijinal söhbəti deyiləsi bir şey var. Hər yer orijinalı, nə olsun ki, bunun giydirməsi var da, 1 dollar, 2 dollar, 3 dollara da var. Yəni söhbət ona... Deyirəm, Elnur, sən bəzən ədalətli danışırsan, səmimi deyirəm də sən o tərəfin mənə bəzən... Sən də ədalətli danışırsan da bəzən. Bəzən ədalətli sən də danışırsan. Sənə demirəm ki, sən ədalətsiz danışırsan. Çox sağ ol. Deyirəm, bəs Orxan, yaxşı, bir insan içir... Bax, sən bir dənə söz, sən də çox xahiş edirəm, bax. Bax, sən görmüsən, ümumiyyətlə, sən olmayanda mən səndən danışım. Görmüsən onu? Mən olmayanda canlı baxmamışam deyə mən necə bilə bilərəm ki... Bax, gir mənim YouTube kanalıma. Sən olmayanda heç vaxt səndən danışmıram mən burada. Heç sənin adını çəkmirəm mən. Çünki... Dediyin kimi eləmişsən, sən məndən... Valla, gir bax da, tam səmimi deyirəm. Gir bax, gör, sən olmayanda. Bir dənə gir bax, gör, sən olmayanda. Mən səndən nəsə bir şey... Mən heç kimlə danışmıram. Qardaş, buradasansa, mən Kamrandan danışıram. Orxan qardaşdır. Orxan yoxdursa burada, mən Orxandan niyə danışmalıyam ki? Yəni, nə səbəbə danışmalıyam ki? Burada onlar oturub danışarıq da, mən niyə danışım ki Orxandan?
Və yaxud da sən burada yoxsansa, mən oturub səninlə danışım. Məsələn, mənə deyirlər ki, Kamran, deyirəm, bir dəqiqə deyəm, Kamran özü gələr bura. Kamran özü gələr bura. Gələr Kamrandan danışır. Deyir, Kamran buradadır. Gələr Kamrandan danışar. Kamran yoxsa mən Kamranın nəyindən danışmaya burada. Hə, hay danışın, hay Kamranı söyək, batıra. Hə, yoxdur da burada, hə. Nəyindən danışım, mən amma yetimin nəyindən danışım. Hə, nəyindən danışım. Gəlsin bura danışaq, üzbəyə çıxaq, hə, danışaq. Mən burada olmayan insanların heç birindən də danışmıram. Heç birindən danışmıram. İndi sənə bir dənə söz deyim. Belə bir şayələr yayılır ki, Kamran, Qənirə Paşayeva komadan əvvəl Mehriban Əliyevanın qəbulunda olub. Allah rəhmət eləsin. Buyur. Mehriban Əliyevanın qəbulunda olub. Mən yəni ki, onun qəbulunda olmamışam, ha. Yəni deyiləni deyirəm. Yəni mən Mehribanın Qənirənin yanında olmamışam. Başa düşdünüz? Deyir ki, Mehriban Əliyevanı, Qənirə Paşayevanı Mehriban Əliyeva öldürüb. Belə bir şayələr yayılıb. O səndən başqa. Yox, söymədə, çoba yox. Yəni, səndən başqa. Söyüş yox, məndən başqa olması istəyir, mənlə bərabər olsun, fərqi yoxdur. Yəni, normal söhbət edirik də. Şey, xoş ya, Adə, söyüş söyləyir, biz kimi sən niyə... Yox, bax, Kamran, sən bir dənə çox xahiş edirəm, bax, eşidirsən məni. Kamran səndən başqa, Kamran səndən bir yerdə, nə fərqi yoxdur. Yəni, mən çox bir insandan eşitmişəm. Azərbaycanda bir polis var idi, polis polkovnik idi. İnsan alveri üzrə rəisdir. Mən ondan eşitmişəm. Eşitmişəm ki... Yalan danışırsan, Xeynur, ad çək deyilmə, sən havadan danışma da. Sən öl deyirəm, bax, sən öl demirəm, bax, sən öl vurmuram da. Sən inandırım sənə mənim prezident aparatından məlumat ötürənlər var. Kamran, tam səmimiliyimə deyim. Mən sənə onda inanaram ki, Xeynur, sən faktla danışırsan, səmimi danışırsan. Bax, Kamran, gəl sənə bir dənə söz deyim də mən, onlara söz deyim. Buyur, buyur. Bax, özüncə bax, uşaq deyilsən də, indi ən azından dünya görüşün var. Gəl belə bir şey deyim. Müəyyən qədər. Özümüzə görə də biz mütəxəssis deyilik ki, yəni özümüzə görə dünya görüşümüz var da, hər bir insanın özünə görə dünya görüşü var. Bax, Təbii ki. Gəl mən sənə bir söz deyim. Mən 2 ay əvvəl demişdim ki, sentyabr ayında müharibə olacaq, düzdürmü? Axşamız, hə, düzdür. Yox, sən tam formada deməmişdin. Yox, necə yəni demişdim ki, yox, düzgün nə danışdı? Demişdim ki, sentyabr ayında müharibə olacaq. Demişdim də, yəni düzgünə danışdı, demişdim. Yox, burada sənlik bir şey yoxdur. Yəni, mən fakt deyirdim, mən öz dediyimi deyirəm də. Video rolikına baxmışdın da mən, Elnur, sən video rolikına baxmışdım, təxmini hava atmışdım ki, yəni Yox, ehtimalı var. yox, ehtimal demədim ki mən. Mən demədim ki. Mən demişdim ki, sentyabr ayında müharibə olacaq. İkincisi də, Elnur, bəs niyə bax, məsələn, artıq 10 gün keçib də üzərindən, sən 10 gün ərzində 3-cü səfərdir, çoxdan da video canlı açılırdı. 3-cü, 4-cü səfərdə video açırsan, niyə bir dəfə bax bu 4 gün ərzində? Bilirsən nəyə görə? Təbrik eləmirsən? Bax, sənə bir dənə söz deyim. Yox, nəyə təbrik eləmirəm? Zarafat deyil, Bir dəqiqə, Kamran. İstəyir sən müharibədə olduğun müddətdə, vuruşduğun, aldığın torpaqda həm sənin uğurundur, həm mənim uğurumdur. Başa düşdün? Kimliyindən asılı olmayaraq Azərbaycan uğuruna sevinməyən şərəfsiz olar. Ben niyə danışmırsan? Anə, mən işim gücüm var, Kamran, mən iş adamıyam. Mən səhər gedirəm, axşam gəlirəm, Kamran. Hər gedib axşam gəlirsən, canlıda açıb başqa söhbətlər eləyirsən, ben buna niyə eləmirəm? Yox, mən sən başqa şey deyirəm, qulaq asdır, çox xahiş edirəm. Qulaq asdır, mən sən başqa şey deyirəm. Təmiz başqa bir şey deyirəm. Təmiz başqa bir şey deyirəm, mən sənə. Bax, deyirəm ki, Kamran, fikrimi yayındırsan, mən. Bax, sənə deyirəm ki, Kamran, bax, 2 ay bundan qabaq, əlinə at bayrağı. 2 ay bundan qabaq demişdim ki, sentyabr ayında müharibə olacaq. Düzdürmü? Mən razılaşmıram da sən fikrindən, Elnur, buyur, de. Yəni, demişdim də, fakt bunu niyə danırsan ki, bütün internetdə var, gir YouTube kanalında da qalır da həmən danışığım, həmən mövzular. Yaxşı, mən 2 ay bundan qabaq, sən mənə deyirsən ki, aparatdan mənə məlumat ötürən yoxdur. Mən sənə tam razı. Mən hardan bildim ki, 2 ay bundan öncə
2 ay bundan öncə sentyabr ayında müharibə olacaq. Hardan bildim ki bunu? Deyə bilərsən mənə? Hardan bildin? Hə, hardan bildim ki mən bunu? Sən məsələn indi sən əlaqən var da Qabillə, nə bilim. Yox, mən o sözü deyəndə, heç bir bloger o barədə danışmamışdı. Heç bir bloger. Sən indi apardığın bu savaş tam səmimi savaşdır, Elnur. Vallahi hə. Qeyri-şərtsiz, heç bir səbəb olmadan, dünya malına qəbul eləmədən. Bax, sənə bir dənə söz deyim. Azərbaycanın öz payıma deyirəm. Azərbaycandan 1 manat, kimdənsə 1 manat öz payıma mənə xeyir gəlirsə, mənə var yoxumu siksinlər. Bəs kənardan 1 manat da gəlirsə, yenə mənə var yoxumu siksinlər. söz söymə. Mən sənə müəyyən qədər kəlmələri düzlükdən Bir nəfərdən 1 manat alıb söz danışanın qeyrətini sikim öz payıma. söz söymə, mən sənə müəyyən Yox, mən deyirəm də, yəni mən açığını deyirəm. Mən yeganə blogerlərdən biriyəm ki, mən heç kimlə maliləşməyən, yox, mən tam səmimi deyirəm, heç bir şeydən maliləşməyən, heç bir vəzifəli şəxsin yerində gözüm olmayan blogerəm ha mən. Mənim bir sənədim var. Mən altında xarici maşınım var. Nə istəyirsən bəs? mənim bir sənədim var. Mən həmişə bu sənədimdən fəxr eləmişəm. Mənim bir sənədim var. Mən kinoloqam. Narkotik axtarış üzrə 17 il stajım var. Narkotik axtarış üzrə itlərin təlimçisiyəm. Bir sənədim. Mənim bir sənədim var. 17 il stajım var. 2 fəxri fərmanım var. Sənin gözəl də sahən var. 2 diplomum var. Və bu Azərbaycanda yeganə mütəxəssisəm mən. Professionalni mütəxəssis. Yeganə. Yeganə insanam ki, bütün kinoloji sahə üzrə sual cavabları beləcə imtahanda yeganə insanam ki, mən təyin eləmişəm. Ben bundan gözəl nə istəyirsən? Başa düşdün? Mən 17 il stajım var narkotik axtarış üzrə. Mən Azərbaycanın Krasnı mostunda olan bütün giydirmə nöqtələrinin hamısını bilirəm ki, harada necə giydirmə mal köçürdülər. İlham Əliyev mənlə əlaqə saxlasın, hamısını Daskanali koordinatını verim ona. Bəs davan nədir sən? Mənim davam bilirsən nədir? İlham Əliyev prezidentliyi apara bilmir. Aparırdı prezidentliyi, aparırdı Heydər. Böyük kəlmələr, başından böyük kəlmələr deyirsən, düz eləmirsən. Yox, İlham Əliyev, yox da düzgünlə danışmaq lazımdır. Kamran, bax, sən də söz deyim. Allaha and olsun deyirəm. Bax sənsən, mənəm. Sıravi vətəndaşlar başından böyük mövzulara giriş eləməyi düzgün deyil. İlham Əliyev mənim əskərimdir. İlham Əliyev mənim qulluqçumdur. Biz Ali Başkomandan əskəriyik, Elnur. İlham Əliyev mənim qulluqçumdur. İlham Əliyev mənə xidmət edir. Mən İlham Əliyevə xidmət eləmirəm. İlham Əliyevin hər bir addımı mənim uğurum sayılmalıdır. İlham Əliyevin uğuru sayılmalı deyil. Xidmətdən məqsəd nə deyirsən? Bax, diqqətdən qulaq as. Bax, Kamran. Bu günləri Azərbaycanda hər bir gedən gedişatlar başkanın addımları deməkdir. Əgər başkan yanlış addım atarsa, onun əhatəsi də o yanlış addım atmaqdan bir nəticə götürər. Çünki balıq başdan iylənər. Bilirsən nəyə görə? Məsələn, bir şey deyəcəm. Çünki biz dədə-babadan götürmüşük ki. Kamran, sən hansısa bir addımını öz böyüyündən mi götürsən, yoxsa kiçiyindən mi? Mən addımlarımı həmişə ibrət Böyüdən götürürsən də? Üzünə olan şəxslərdən, aləmdən. Ay ölənlər vərək. Gəl mən sənə bir dənə söz deyim. Bax, hərbiçi olmamısan da sən. Bax, sən necə, demirəm, hərbidə olmamısan. Yox, demirəm, hərbidə ol... Şükür Allah, hərbidə olan bütün qaydaları məlumatım var. Deyək, bunu narahat olma. Yaxşı, mən sənə bir dənə söz deyim. Bax, Kamran, yadında saxlanma. Bax, mən sənə diqqətdən qulaq as söz deyim. Nə qədər səmimi deyirəm, sən indi dediyim qədər, əgər sən 10 ildən çox xidmətin varsa, mən sənin yanında... Mən 1-ci sinifdən də 9-cu sinifə hərbi məktəbdə qutarmışam. Onu qoyaq bir qırağa, onu atıram. Mən şey eləmirəm, mən hərbiçi olduğuma görə mən fəxr eləmirəm. Mən xidmət eləmişəm. Neysə, onu boş ver, o başqa şeydir. Mən onları reklamını eləmirəm, onu neysə boş ver.
Bax, məsələn söz deyirəm. Bax, hərbidir, hər bir kişinin borcudur ki, çıxıb hərbi xidmətini eləmək, o başqa bir şeydir. Məsələn, bir daha söz deyim. Sənə bir sual verəcəm. Mən o sualı mənə tam səmimi olaraq cavab verəcəksən. Yaxşımı? Hərbidə sən komandirsən, düzdürmü? Və sənin 2000 əsgərin var, 100 zabit heyətin var, 50 gizir heyətin var, 20 müddətdən artıq həqiqi hərbi qulluqçu heyətin var. Düzdürmü? Aha. Bu heyətlər, və belə deyəm də, 2200 cəmi əsgərlə, hərbiçilərlə bir yerdə 2300 hərbi heyətin var sənin. Düzdürmü? Aha. Aha. Qulaq as. Cavab şəhərcə komandirində, hə. Sən hərbi hissə komandirisən. Sən əgər 2200 əsgərdən hansısa bir pul alsan, rüşvət alsan, sənin zabit gizir müddətdən artıq həqiqi hərbi qulluqçu heyətin həmən əsgərlərdən, səndən də əlavə həmən əsgərlərdən rüşvət alacaq yoxsa yox? Mən rüşvəti kimdən alıram? Əskərdən, zabit gizrin bax heyətindən. Lap belə deyək. Əskərdən alırsan. Bir əsgər əsgəri vurur. Sən də o əsgərə dirəşirsən ki, mənə mütləq ki 500 manat gətirməlisən ki, mən səni hərbi prokuraturaya verməyim. Bunlar olmuş şeylərdir ya hamısı ya. Bütün hərbi hissələrdə olub bu. Mən görməmişəm. Mən danışırsan tam səmimi deyirəm də sən vicdanla şərəflə. Yox, istəyirsən mən sənə hərbi hissədə olan yazılı surətdə əsgərlərin qollu şeyli zatı sənədlərini göstərim. Elnur, mən əsgərlikdə olanda əsgəri vururdu. Gönə deyirəm də, əgər bir komandir əsgərdən pul alırsa, onun zabit giziri də komandirinə baxıb pul alacaq yoxsa yox? Mən inan, bax tam səmimi danışırım da səndən, bax gör nə gözəl danışırım bayaqdan səndən. Sənə səmimi deyirəm, sənin dediyi mən yaşamamışam. Yox, sən yaşamağımı demirəm mən. Deyirəm ki, yəni sən komandir olaraq pul alsan, sənin zabit gizir heyətində həmən əsgərdən pul alacaq yoxsa yox? O sualı verirsən səcəm mənə, hayır, gərək mən onu gördüyüm şey deyən, mən məlumatım yoxsa mən sənə bir söz deyim, balıq başdan iylənir. İlham Əliyev hər bir deputatı yerinə təyin edir 300 mindən 500 min manata qədər, 600 min manata qədər. Ona görə də həmən deputat, həmən Milli Məclisə gəlib oturanda başlayır həmən o 300 min manatı vətəndaşlardan toplamağa. Çünki rüşvətlə gəlib oturub o... Rüşvətə Amerikadan da danış da, rüşvətən vətəni ilə Amerikadan. Bax, rüşvət Amerikada ol ki dinəndə, sən Amerikada olmamsansa, mənə Amerika maraqlı deyil, mənə İndoneziya maraqlı deyil, mən Azərbaycanlıyam, mənim Azərbaycan gedişatları maraqlı deyil, ay Kamran, mənə Amerika maraqlı deyil, mən Amerikanı neynirəm? Mən Amerikada kim kimi neynir, kim kimi kəsir, mənə maraqlı deyil, mən Türkiyədə... Orada yaşamaq istəmərsən, hə? Deyirəm, mənə maraqlı deyil, yaşamaq istəyib istəməmək. Mənə oranın gedişatları, orada olan hadisələr mənə maraqlı deyil. Mən Azərbaycan... Mən sənə nəyə görə Amerika misaliyə gətirirəm? Ona görə ki, səndən ölkədə rüşvətdən müəyyən qədər pay var. Bu o demək deyil ki... Kamran, sənin Azərbaycanın Amerika səviyyəsinə gelib çatmaqdan ötəri 150 milyon əsir lazımdır ki, gəlsin Amerika səviyyəsinə çatsın. Mən sənə tam səmimi deyirəm, mən sənə kişiliyimə deyirəm, ayındır. Necə istəyirsən elə də inan. Qabağıma Amerikanı qoysunlar, qabağıma Azərbaycanı qoysunlar. Azərbaycanı seçməsəm şərəfsiz olaram. Mənim üçün Azərbaycan bərəkətli yerdir. Yox, oradan da kənara çıxan şərəfsiz olar. Bax, sənə səmimi deyirəm. Bu sənin şəxsi fikrindir. Bu sənin şəxsi fikrindir. Mən yəni oranın aşıqı deyiləm. Kamran, sən bir söz deyəcəm. Bax, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev niyə əsgərlikdə olmuyor? Əsgərlikdə olmamağın səbəbi nədir? Eləmə, bilsən sən niyə belə əziyyət çəkirsən? Həmişə də bana əziyyət çəkəcəksən. Mən səni səmimi deyirəm. Nəyə əziyyətini çəkirəm? Nəyə əziyyətini çəkirəm? Sən öz bərəkətli torpağına gəlmədən ötürü ölürsən. Əgər mən Azərbaycana gəlmədən ötəri ölürəmsə, mənim ağzım ves Azərbaycan siksin. Birinci söz sözümə xahiş edirəm. Özün başqa vaxt demirsən, torpağıma qurban olum. Mən ora gəlmək istəyirəm. Mən orada yaşamaq. Mən demişəm onu. Mən pox yerim Nəslinin ağzına ki, mən demişəm ki, Azərbaycana gəlmək istəyirəm. Pox yemişəm Nəslinin ağzına. Ay, mən Azərbaycan vətəndaşlığını imtina eləmişəm. Hara gəlmək istəyirəm? Mənzə nəyəsən sən? Yox, sən
vətənin, bəs sən vətənə qayıtmaq istəmirsən? Yox. Mən Yox. sənə başa düşmədə əziyyət çəkirəm. Sən başqa vaxt belə deyirsən, indi belə deyirsən. Yox, mən Hasan, mənim ağzımdan Hasan eşitmirsən ki, mən demişəm ki, mən Azərbaycana qayıtmaq istəyirəm. And olsun Allaha deyirəm, sən başqa vaxt o qədər videolarında demişsən ki, mən öz torpağımdan, öz millətimdən, öz yerimdən başqası mənim üçün yalandı. Mənim buradan didərkin ediblər. Mən buradan istəmədiyim halda çıxmışam. Nə bilim, Mən Azərbaycanı istədim. Mənə Azərbaycan kimsə qollamayıb, mənə Azərbaycan deməyiblər. Azərbaycandan kimsə heç kimi qollamırlar. İlham Əliyev Azərbaycandan kimsəni qollayır ki, çıx keçin Azərbaycandan. Qollayır, qollamır. Şər böhtan eləyir, narkotik iddiasını tutub basır içəri. Sən indi könlündən keçmir öz dövlətə, öz millət, vətənə qayıtmaq. Əgər mənim bir damcı könlümdən keçirsə, mən Azərbaycana qayıtmaq, mənim qeyrətimi siksinlər. Demə, söz sürmə. Mən sənə heç bir şey demirəm. Allaha and olsun deyirəm. Mən vətəndaşam, xəbərin varsa. Nəyin davasını aparsan ki, sən bu torpağa nifrət eləyirsən, Başa düşün, torpağa kim deyir ki, nifrət eləyirəm? Mənim torpağım deyir. O torpaqda ötəri mənim qardaşlarım canından keçib. Mən mübarizə deyirsən, bu torpağa gələn qeyrətiniz kim? Bu nə sözdür? Gələni dedim mən, o torpağa gələni dedim qeyrətiniz kim? Dedim qayıtmaq istəyənin. Qayıtmaq istəyənin gələnin. Bu nə mənalardır? Hərfi mənalarını da açıqlaması. Ay kişi, biri var, mən Azərbaycana gələrəm qonaq kimi. Gələrəm 3 gün, 5 gün, qalaram, çıxıb gedərəm. Bu təmiz başqa bir şeydir. Amma bir də var ki, gəlin mən bütün həyatımı Azərbaycanda həsr edeyim. Bədbəxt olun. Sonra axırda da mənim 70 yaşım, 65 yaşını eləyiblər. 70 yaşım olanda da İlham ağzını beləcə qayırsın. Eşşək kimi işləyim. Ağırda 260 manat pul versin. Ay bala, ölürəm. Ölürəm deyə ağzımı qayırsın, 260 manata dolanım. Nəhə deyirəm? Elə qalmışam elə burada 58-60 yaşında pensiya çıxacam. Ayda 3500-4000 dollar pul verəcək də mən. Nəhə deyirəm ki, lazım mənə qışda marajna. Onda gül kimi yaşayırsan, ged onda yaşada həyatdır. Sən burada nəyin davasını aparsan, nəyin müharibəsini eləyirsən? Mən onun davasını aparıram ki, bu cür nə zəngin, altı qızıl, üstü qızıl, sərvətli bir ölkənin... Nifrət eləyirsən, valla altı üstü qızıl... Ay, Kamran, bir sözümə qulaq asla, nə olar? Çox xahiş edirəm də səndən. Sən imkan vermirsən mən söz danışım. Altı qızıl, üstü qızıl olan bir sərvətli ölkədə biz bu günləri aclıq, səfalət içində yaşayırıq. Çünki... Yaşayırıq da, yaxşı, sənə görə yaşayırıq da, çıx getdə, sən olsa bu torpağı istəmirsən, biz yaşayırıq da... Çünki, bax... Sən bizə görə niyə üşüyürsən? Mən Azərbaycanın qeyrətli vətəndaş, qeyrətli xanımlarını, qeyrətli bəylərinə görə üşüyürəm də canımdan da keçmişəm. Çünki mən Azərbaycan Respublikasının, qulaq asda, çox xahiş edirəm, bir-bir danışaq da, görsən sən danışırsan, mən sakit dayanıram. Çünki mən Azərbaycan Respublikasının demokratiya və müstəqilliyi uğrunda mübarizə aparıram. Çünki bu günləri 80 manat İlham Əliyev veteranlara pul verir. LGBT üzvlərinə niyə İlham Əliyev 350 manat pul verir? Buna səbəb nədir? Kanadada LGBT üzvünə qeydiyyat olanlar dövlət rəqdə pul verir. Ay bilin, Allah LGBT, Kanadada LGBT var. Məzənərsən sən. Ən böyük məskanı ilə Amerika Kanada deyil. Mənə bir dənə Kanadada, mən Kanadada yaşayıramsa, mənə bir dənə Kanadada, açıq ilə, Kamran, sənə bir dənə söz deyim. Məsələn, sən, Endur, mən təzəlincə olan aksasına baxdım. Mən Kanadan... Kamran, sənə bir söz deyim. Mən Kanada maraqlı. Kamran, sənə bir söz deyim. Valla mən sən başa düşmədə əziyyət çəkirəm. Yox, sənə bir söz deyim. Sən vətəndaşlıqdan imtina eləmirsən, torpağı istəmirsən. Deyirsən, mənə oran heç sənə lazım deyil, amma girib burada mübarizə aparırsan. Bəli. Mübarizəsidir. Bəli, mən mübarizəni ona görə aparıram ki, mən gəlmişəm başqa bir ölkəyə, gəlmişəm mənim gözüm açılıb. Görürəm ki, nefti qazı olmayan bir ölkədə bir saatı 10 dollar, 15 dollardan cəmaata pul verirlər. Nefti qazı... Yaşa da qardaş, orada yaşa, o dövlətin, o yaşadığın torpaq sən, ged yaşa da həyatı. Vəssalam, ged yaşa da. Kamran, bax, sənə bir daha söz deyim, Kamran, bax. Milli qeyrət başqa bir şeydir. Mən milli qeyrəti... Səmimi deyirəm, mən milli qeyrəti öz payıma deyirəm, öz adıma deyirəm. Mən milli qeyrətim olsa, mən heç vaxt vətəndaşlığımdan imtina eləmirəm. Sənə söz soxan şərəfsizdir, öz adıma deyirəm. Mən milli qeyrətim olsa, mən heç vaxt mən öz vətəndaşlığımdan imtina eləmərəm. Eşidirsən məni? Vətəndaşlıqdan imtina eləmək milli qeyrəti əks etdirmək demək deyil. Milli qeyrət təmiz başqa bir şeydir. Vətəndaşlıqdan imtina eləmək başqa bir şey. Kənardan başqa millət baxır ki, bu öz millətindən niyə imtina eləyir? Mənə maraqlıdır. Təsəvvür Azərbaycana Alman vətəndaşı gəlib, Alman vətəndaşlığından imtina eləyir. Mən gülərəm şəxs ona ki, bu niyə vətəndaşlığı öz millətindən imtina eləyir? Yox, milləti, yenə deyir millət.
şəxsiyyətdə Elnur millət yazır, yazmır devlətin hansı ev, yazır millətçi Azərbaycanlı. Sən də deyirsən ki, mən o millətdən imtina eləmişəm də, qardaş ki, olduğu kimi danışaq da, xahiş edirəm Elnur. Hansı millətdən imtina eləmişəm? Gözəl qardaş, sən o raport yazmısan, o tutalım ərizə raportu. Kimə yazmışam? Məsələn deyirəm də, məsələn. Sən imtina eləyəndə... Vətəndaşlığına imtinanı kim yazır? Kim qol çəkir vətəndaşlığına imtinanı? Vətəndaşlıq imtinası nə gedir? Mən də ətraflı izah elə... Vətəndaşlıq imtinasını kim qol çəkir Azərbaycanda? Bilirsən ama? Miqrasiya xidməti. İlham Əliyev çəkir, LOM. Bilmirəm, xeyr. İldə bir dəfə İlham Əliyev qəbul edir, İlham Əliyev qol çəkir vətəndaşlıq imtinasını. Bildim də Elnur, bax... İlham Əliyevdən başqa heç bir insanın haqqı, hüququ yoxdur ki, kimisə vətəndaşlıqdan çıxardı. Başa düşdün? Sən nətə çıxmısan vətəndaşlıqdan? Ged o İlham Əliyevdən soruşdu, mənə nə edirsən, necə? Mənə edirsən? Mən tərk eləyirəm, çıxmışam. İlhamdan soruş ki, bu niyə çıxartmısan? Mənə nə edirsən? İlhamdan soruş da, mənə nə edirsən? Deyirsən, ged İlham. Ged İlhama sual ver ki, ay Azərbaycan Respublikası prezidenti İlham Əliyev. Necə oldu ki, Elnur Əliyev qol çəkməmiş, Elnur necə olur ki, qeydiyyatdan silmişsən, vətəndaşlığa imtina elətdin bizə? Mən sənə tam səmimi deyirəm, bir daha xahiş edirəm fikrimi tamamlayayım. Sən millətdən imtina eləsində, mən səni yenə bir fərd olaraq Azərbaycanlı vətəndaşı kimi sayıram. Azərbaycan vətəndaşı başqa bir şeydir. O dəndiyimdə xahiş edirəm. Sən bu devlətin, bu millətin, indi müəyyən qədər səhvlikdən, düzlükdən kimin nə payı var, öz halındadır. Amma mən səni Azərbaycanın bir tembol hərbi qulluqçu olmuşam vaxtilə. Bu vətəndaşı sayır, bu devlətin vətəndaşı sayıram. Sən lakin qardaş, mənə deyirsən ki, Kamran, mən oranın torpağından da imtina demirsən, məni kimsə çıxartdı. Sən özün iqrar eləyirsən. Öz dilindən boyunu alırsan ki, Kamran, mən imtina edirəm. Devlətimdən də, vətəndaşlığımdan da, digər mənə nə səlahiyyətdə verib hamısından da. Sən mənə demirsən, nə durumu həmişə? Gəl səmimi etiraf eləyək də, qardaş. Ay Sən demirsən də bu sözümü. Kamran. Sən özün imtina eləmədiyin halda hansı bir qurum sənə çıxardar? Elə bir şey ola bilməz axı. Kamran. Buyur. İlham Əliyevlə əlaqən var sən? Valla mənim sənə yaxşı mənəndə ürəyim ağrıyır. Sən bir məqsədi bilmirsən, nə məqsədin arxasınca gedirsən. Necə ki, bax, dünənə qədər, bax, səmimi deyirəm, Manav dünənə qədər xalqdan danışırdı. İndi öz xalqın söyür ki, bu xalq qiymət verən deyir, əziyyət çəkən. İndi xalqı söyür. Gəlin zaman videosuna baxıram, görəm, dünənə qədər xalqı tərif edirdi ki, belə elə. İndi xalqı söyür ki, bunlar mənim arxamda durmur, bunlar mənə dəstək olmur. İndi xalqı, siyasət qutardı, devlət strukturları qutardı, keçdi indi xalqı sövməyə. O da həmçin, sən də həmçin. Qaç, məqsədinizi bilmirsən, nəyin davasını aparırsınız? Valla bilmirsən, nəyin məqsədini aparırsınız. Sənə bir söz deyim. Mənim məqsədim Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının devr olunmağından ötəri. Niyə devr olsun? Çünki Azərbaycan Respublikasını düzgün idarə edə bilmir. Valla mən sənə söz deyim. Elnur, gözəl qardaş, mən sənə ürəkdən deyirəm, gözəl qardaş. Sən mən nə qədər ağır söyüşlər söyüşsün də. Buyur. Kamran, sən mənim düşmənim deyilsən, Başa düşdün? Sən də mənim düşmənim müəyyən qədər deyilsən. Mənim düşmənim bir dənə var, o diktator İlham Əliyev və onun arvadı Mehriban Əliyeva. Mənim düşmənim onlardır. Mən mübarizəmi... Necə? Erməni sənin düşmənin deyil. Pirçom erməniyə, sən də dirəşmirsən, dirəmirsən, var yoxuna nə elə. Balaca baba dənə duruşum var, dirəmirsən, Deyirsən, mənim bir dənə düşmənim var. Mənim bir dənə İlham Əliyev ermənidən də betərdir. Gör, sən başından böyle danışırsan yenə. Düz danışmırsan, Elnur, düz danışmırsan. İkincisi də, Elnur. Buyurun. Buyurun. Buyur. Düz danış. İnan ki, Elnur, düz danışmırsan sən. Yaxşı, sən düz danışsın. Gün nə qədər cəmiyyətdə sükunət, sakitçilik öz yerini alıb, hamı necə rahat yaşayır, nəyin davasına aparır? Kim rahat yaşayır? Valla deyirəm, necə Buyurun. rahatçılıq var. Qoşacam sənə Kamran. Buyurun.
Hər vaxtın xeyir. Hər vaxtınız xeyir. Var, nə yox. Yaxşılıq siz necəsiz? Sağ ol. Buradan mən özüm Kamranadır. Birbaşa Kamrana deyirəm ha. 72 balama deyirəm. Söyüş söymə, çox xahiş edirəm, söyüş söymə. Yox, söyləyəcəm. Hər kəs ekranı bəyənsin. 500 nəfər ekranı dayanmadan bəyənin. Buyur. Bax sənin mən 100% deyirəm. Sənin o boynun dalında qeyrət var ha. O deyilən şey yoxdur. Bu bir. İkincisi ki, sənin millətin aznazarlı vəziyyətdə yaşayır bu dəqiqə. Cəmaət 400-500 manatdan dolana bilmir. Nəyə gəlib burada tərifləyirsən? Hə? Niyə belə 72 eləyirsən? Niyə belə trolluq eləyirsən ha Kamran? Sən özün yaxşı yaşaya bilərsən, amma cəmaət yaxşı yaşamır. Başa düşdün Kamran? Gəlib burada heç nəyə tərifləmə. Sən özün fikirləşirsən, amma cəmaatı fikirləşmirsən. Başa düşdün Kamran? Milli qeyrət ayrıdır, şəxsi milli qeyrət ayrıdır. Yəni deyib biləsən Kamran. Arada bir o boynunda damarlar var ha, damarlarını biraz ovuşdur, onlar açılsın, tutulub onlar. Yaxşı Kamran. Ekranı bəyənin. Qogi, gözlə Qogi, sənə də mod verim. Şaşmayı tezə. Mesela fikirlemek istemiyorum. Yala geyindir, bambuluk eləmə, hə. Kiçik. Tam da sen de yapıyordun abi. Dışarı girmem. Ağlarını kesin her zaman. Buyurun. Hayırlı qardaş, axşamın xeyir. Hər vaxtın xeyir. Ha, o piyasada sən yaxşı cavab verə bilmədin. O sənə suallar verir. Birinci sən deyirəm, sən öz xalqından, öz torpağından, öz millətindən atqaz eləməmsən. Sən hakimiyyətdən narazısan. Hakimiyyətin qəhvəliyinə görə sən çıxıb gəlmirsən və o hakimiyyətdən söhbət gedir burada. O da durur, başqa bir hakimiyyətə sərfləmə. Ona görə yaxşı cavab mənə qoşmadı, ona mən cavab verəcəkdim, bizə lazımdır. Ay, istəmirəm, çox söz. Mən söysəm, qabildən betər söyürəm. Prosta Elnurun canlısıdır, istəmirəm. Yok kardeş bilmem o düzsüz de düz diyorsun. O durup piyasaya değil burada. O mesela diyeyim o başka bir şey demedi. O gök danışmağa. Elnur'dan ona yaxşı cevap vermedi. Elnur'a başka bir şey sual cevap Yox, mənə lazım deyil axı. Mən ona həmişə cavabını vermişəm. Sadəcə olaraq bu günləri mənim mövzum təmiz başqa bir şeydir. Yəni ona görə mən gösə heç ona... Bilmem kardeş. Burası onun cevabı var ki ben hakimiyetin qəhbəliyindən çıxıb gəlmişəm, çıxmışam ölkəmdə. Qəhbə hakimiyyətdə, başa düşdün? Cəmaət Azərbaycandan qaçır ki, Sən bir dənə söz deyim. Bir dənə söz deyim sənə. 6 milyon Azərbaycanlı yoxdur ölkədə, qaçır. Sizə bir dənə söz deyim. Qaçır. Sizə bir dənə söz deyim. Bax, yadınızda saxlayın, bax. Azərbaycan xalqı olaraq bu vaxta kimi blogerlər var idi, bizim blogerlər. Orxan Ağayev, Süleyman Süleymanlı. Bax, bu qardaşları bu qədər əziyyət çəkdilər. Canlarından keçdilər, düzdürmü? Elədir. Bax, Orxan özdə, adını çəkdim özdə buradadır. Bunları heç axtaran olub. Yox. Niyə axtarmırsınız ki? Ya, bu vaxta kimi bir dəfə çıxıb dərdlərini maraqlanamısınızmı ki? Ay Orxan qardaş, sənin nə problemin var ki? Ay Süleyman qardaş, sənin nə problemin var ki? Sən ortalarda yoxsa, niyə görsənmirsən? Hardasan, necəsən? Sən bizdən ötəri neçə illər can qoydun, canından keçdin. Döyüldün, söyüldün, vuruldun, təhlükədə oldun. Ay Orxan qardaş, ay Süleyman qardaş. Hardasan? Sual verən oldu. Elə adını çəkdim, Orxan özü də buradadır. Yəni, oldu. Olmadı. Bu millət üçün, tanıyırlar ki, dinən. bu millət üçün, Tanıyırlar ki, dinən. tanıyırlar. Bu millət üçün mən oldum, olmadım, şou lazımdır. 90% insana şou lazımdır, əyləncə lazımdır. Başa düşdün?
Qoşaq, kimsə qoşaq əylənsin. Mən bir dəqiqəsin, mən Allaha and olsun deyirəm. Mən siyasətin başını bıraxsam, mən keçsəm PK-ya keçsəm. Vallahi deyirəm, bax vallahi, PK-ya keçsəm, mən adi PK-nın özündə, mən ən azından 5000-6000 adam yığaram. PK-nın özündə. Boşurdumsa, biz Azərbaycan millətinə söhbət gedirəm. Biz millət kimi formalaşmamışıq hələ. Biz burası Azərbaycan xalqı var. Ancaq millət kimi formalaşmıyor. Yəni millət formalaşmıyor. Millət o vaxtı formalaşmalı ki, millət bir-birini müdafiə eləməlidir. Bizdə yoxdur. Ermənilərdə var, Gürcülərdə var, ancaq bizdə yoxdur. Sağ ol, Barış qardaş. Əsas odur. Millət kimi biz formalaşmamışıq. Bizi formalaşırdı, rəhmətli Elçi bəy, Allah ona rəhmət eləsin. O istəyirdi, nəsə eləsin, imkan vermədilər, məhv elədi. Görbəcör gəldi, sıçdı vapşi içinə. Orxan, necəsən qardaş, vəziyyət? İmkan vermirlər. Orxan, ne desən qardaş, nə var, nə yox? Əsas odur. Ya otarlı, götən girmə, bayıra şeylər ancaq təbliğatı gedir. Yəni millət kimi formalaşmamışıq. Millət kimi formalaşırdıq əgər biz birbirimizi müdafiə eləməyə bacarmırıq. Başa düşdü? Söhbət ondan gedir. Düz də deyirsən. Hələ deyirlər ki, Azərbaycan Avropa ilə müqayisəsi olan ölkədir. Sənin Azərbaycanda, yəni elə də inkişaf yoxdur. Sən Avropa ilə nə tər mübarizə apara bilərsən, nə tər müqayisə apara bilərsən sən? Hələ gör nə qədər kütbeyinlər ha. Bunlar hələ bilmirlər ki, dövlət nədir, hakimiyyət nədir. Orxan, xoş gəldin. Hakimiyyətin daha protiv kimsə danışırsa, deyir dövlətin əleyhinə çıxıyorsun. Dövlət xalq deməkdir. Xalq yoxsa dövlət də yox. Orxan, xoş gəldin. Dövlətlə hakimiyyəti qarışdırırlar. Onlar dövləti İlham Əliyev bilirlər. İlham Əliyev dövlətdir. Orxan, xoş gəldin. Salam, Necəsən qardaş, vəziyyət? Orxan qardaş, ne desən? Salam Orxan qardaş, salam. sağ olun, Allah razı olsun sizlərdən. Bu qardaş bəylər düzdür dedi, bizdə cəmiyyət formalaşmıyor. Cəmiyyət formalaşmıyor deyəndə ki, cəmiyyəti formalaşmağa qoymayıblar. Bəli. Belə deyək də, bu Heydər Əliyev gəldi. Heydər Əliyevin gəlişindən sonra Məmməd Əmin Rəsulzadə, bizim ulu öndərimiz Məmməd Əmin Rəsulzadənin şəkillərini Allah rəhmət eləsin. 93-ün Allah rəhmət kim oxuyub 93-cü ildən başladılar 96-cı ildə, indiyənə kimi yadımdadır, məktəblərdə Məmməd Əmin Rəsulzadənin şəklini götürməyə. Bu bir politikaydı, Heydər Əliyev politikasıydı. Artıq başladılar Heydər Əliyevin şəklini qoymağa. Günləri məktəblərdə Heydər Əliyevin propagandası aparılır. Neriman Əliyevanın, İlham Əliyevin, Leyla Əliyevanın, Arzu Əliyevanın. Qardaş, mənim başım çıxır. 10 milyon Azərbaycanda deyirlər ki, Azərbaycanda. Bu 10 milyonun içində bir dənə qeyrətli adam çıxmadı mı ki, bu ölkəni idarə edəsin? Nədir? İlham Əliyevlərdən başqa, ya Paşayevlərdən başqa Azərbaycanı idarə edəcək gücdə olan insan yoxdur. İlham Əliyev 2003-cü ildən bəri, atasının ölümündən bəri bu hakimiyyəti qəsb edir, düz deyil. Bəli. Milyardlar da yığmışam, nə bilim, balalarımızı da aparıb şəhid eləmişsən, qaz eləmişsən. Bu 30 ildə biz görmədik ki, bu Azərbaycan xalqı yaxşı yaşasın. Gedin qazilərin yaşadığı evləri çəkin, gedin şəhid ailələrindən maraqlanın, görün ki, şəhid ailələri hansı şəraitdə yaşayır, şəhid anası birləri ne üçün vaqonda yaşayır. Deyirsiniz ya, İlham Əliyev Qarabağ aldı, İlham Əliyev neylədir? Ne edirəm mən o Qarabağı ki, ora mənim vətəndaşı gedəcək tur vasitəsilə
gedəcək 200-300 manat verib tur vasitəsilə gedib bir tur atıb gələcək. Bunlar bizim torpaqdırsa, bizim torpaq olmağına bizim torpaqdır. Amma bunlar elə eləyiblər ki, qardaş biz o doğma torpaqlarımıza, ata-baba yurdumuza turistik viza alıb getdik elə bir şey. Niyə? Öyle. Bu mənim torpağımdır. Bəli. Mənim əskərim, mənim zabitim. Orada bu torpaqlar üçün öz qanundan keçir, canından keçir. Deməli, bu Azərbaycan xalqının haqqıdır ki, qardaş, həmən o torpaqlara istədiyi vaxt, istədiyi saatda gedə bilirsin. Yox, gedə bilməzsən. Ancaq hakimiyyəti, icazəsi olan insanlar gedə bilər. Turizm şirkətləri səni apara bilər. Bunlar da hamısı nədir? Birbaşa ailənin büdcəsinin doldurulması üçün. Bu xalq hər... Öyle kardeş. Varis qardaş. Bu xalq hələ ayılmır ki, biz 1-ci Qarabağ savaşından bəri 30 min şəhid vermişik. Bəli. Sonra nə qədər atəşkəs dövründə şəhid vermişik. 2-ci Qarabağ müharibəsində şəhid vermişik. Ondan sonra bu 24 saat ərzində gedən antiterror... 20 saat, 20 saat. Ya 20 saat, 23 saat fərq edəməz. Yəni ki, şəhidlər vermişik. Bu şəhid anaları, bu şəhid ailələri, qazi ailələri nə qədər durub sakit baxacaqsınız ki, nə qədər şəhid vermiyorlar. Nə qədər ailələrin işığını söndürmüyorlar. Neçə ailənin genofondunu məhv eləmiyorlar. Ben Orhan Bey üzr istəyirəm. Ben elə bilirdim ki bu 23 saat aksama oldu da bu 200'den çok değil de o elə götürədi, onların dediği için götürə. 200'den çok şəhid vermişim, 200'den çok. Demək 23 saat ərzində. Mən dedim millət qalxaza tələb edəcək Müdafiə Nazirliyindən İlham Əliyevə tələb edəcəklər ki, necə ola bilir ki 23 saat ərzində biz evlə şəhid vermişik. Bu nətər olur da, bu Sabat diyor da nətər olur bu, necə olur bu? Deməli, Qardaş, Ukraynalar özləri deyir burada, Ukraynalar özləri deyir. Deyiriz, bizdə bir ayda elə olmur, elə şəhid olmur, bir ay ərzində. Özü burada güclü müharibə gedir da. 23 saat ərzində nətər evlə şəhid vermiyorlar. Başım, burada bir dənə məsələ var. İkinci Qarabağ müharibəsində, Füzulinin alınması üçün, tək Füzulinin alınması üçün, deməli, zabit danışır bunu. Tək Füzulinin alınması üçün minalanmış zonuya bizim əskərləri, 18 yaşında, 19 yaşında əskərləri artıq ət kimi minalanmış zonaya bırakırdılar. Başa düşürsünüz? Bunu Bığlı Kərtənkələ də bilir, Zakir Həsənov. Niyə çıxıb danışmırlar? Ne üçün İlham Əliyev əgər beləncə vətənpərvərdirsə, beləncə vətənini sevəndirsə, beləncə xalqına dəyər verəndirsə, bu haqda niyə ölçü götürmədi? Niyə tərəfə hadisələri hələ də işıqlandırılır? Nə üçün tutulan yoxdur? Nə üçün işgəncə verənlər biriləri həbsxanalarda deyirlər? Nə üçün əllərini, qollarını sallada gəzirlər? Məgər Azərbaycan əskəri və yaxud da qazisi bizim qanımızdan, canımızdan deyildi mi? İlham Əliyevin cinayətləridirlər ona görə. Açılmır, açılmayacaq da. Bunu xalq başa düşməlidir. Xanlar Vəliyev elə azadlıqda gəzir. İlham Əliyevin günləri yaltaqlanmaqla deyil. Bir yanlar Elmuz çox gözəl bir sözdür ki, İlham Əliyev mənim məskənimdir. Bəli, Avropada belədir. Avropada istər prezident, istər kansler, bəli, xalqın əskəri də olar. Amma bizdə tərsinədir. Niyə? Hamı Paçinyonudur prezidentdə, prezident əstağfurullah, elə bir ki Allahdır, biz də onun qullarıyıq. Bəli. Xeyr, belə bir şey yoxdur. Belə bir tendensiya yoxdur. Prezident seçilirsə, düzdür, onu seçməyiblər, özü gəlib oturub, ondarma, belə deyim də, saxta səslərlə. İlham Əliyev xalq seçmir. İlham Əliyev xalq seçmir. İlham Əliyev o Quran-ı Şərifə əlini basır. Təbii ki o Quran-ı Şərif deyil. O əlini basır. O Quran-ı Şərif ona qənim olsun.
Hani mənim xalqım niyə yaxşı yaşamalı deyil? Türkmənistan diktator ölkədir də. Biz hamımız bilirik, Türkmənistan diktator Türkmənistandır. Türkmənistan öz xalqına qazı pulsuz verir. Amma Azərbaycanda necədir? Azərbaycanda limit məqsəd. Səhər ayrı tarifdir, gecə ayrı tarifdir. Niyə də qardaş? Bu mənimdir də bu. Bu xalqındır da bu. Sən birdən bunu pulsuz əldə edirsən də sən bunu. Orhan kardeşim, Böyle. Orhan kardeşim gördün de mesela bak Paşinyan indi 2. Qarabağ müharibəsində gördün bir de aşıkla bırakmış da. Gördün bu sefer aşıklasını düzeltti. Yani halkın kırığına vermedi. Dedi kardeşim ben ne diyeyim Azerbaycan, o Qarabağ o da sen, ben ne diyeyim o. Yüz uzun elleme, Ruslar sen getirin soğumuza vura. Yüz uzun burasına. Yani öz halkın yüzü halkın sever insandır. Başka işte bırakmadı ona. Özlüğünü ben ne diyeyim. O gördün mü bu? Bak ben onun bir halk seçim onu. Halkın askeri var Paşinyan'dır. Ne olsun düşmanımızda? Bak burada bir var ki səni xalq seçər. Sən demokrat olasan, sən öz xalqın üçün çalışasan. Başa düşürsən? Bir də var ki, səni heç kim seçməyib. Sən gəlib oturmuşsan orada və sən saxta seçkilərlə özü prezident elan edirsən. Və bir ürlər Paşinyan ona qarşı lazım deyil. Götür Qarabağı. Yok, dedi mən lazım deyil. Mən lazım deyil. Yox, götür Qarabağı, İlham Əliyev, götür. Yəni bu Rusun politikasıdır ki, Paşinyanı devirmək üçün. Bəli. Rus öz adamını gətirib otuzdursa ora, yəni Ermənistana rəhbər kimi, vəziyyət hansı mənzərədə değişiləcək? Hə? Mən yenə deyirəm, əlimi Qurana əl basaram, bizim o uşaqlarımızı qıran Ruslar oldu bu səfər. Hamısı Ruslar oldu. Yox, Rusların təbii ki, Ruslar əsrlər boyu qırıblar bizləri. Onlar. Ruslar 20 yanvarı da törətdilər. Bəli. Xocalıda da 366. Ruslar, hamısı Ruslar olur. Hamısı Ruslar. Bizə törədi. Amma yadda saxla, Azərbaycanda, Bakının şəxsən özündə nə qədər Ruspərəst adamlarımız var bizim. Rusun agentləri var. Başa düşürsünüz? Müdafiə Nazirinin büyüləri Rus idarə edirsə, Zakir Həsənov, bu kərtənkələni, nə demək olar ki? Nəcməddin Sadıqov Rusun agentiydi. Biz bunu mən 6 il bunu demişəm. 6 il bunu mən şəxsən demişəm. İlham Əliyev bilmirdi ki, burnunun ucunda oturub Nəcməddin Sadıqov Rusun agenti deyil. Axırda nə oldu? Milyardları yılda ölkədən çıxdı getdi. Niyə İlham Əliyev onu həbs eləmədi? Ne üçün? Ne qardaş biz? Əgər öz vətənimizi istəyirsə, seviriksə, doğma ana vətənimizi biz şəxslərə pərəstiş eləməməliyik. Nə haqdırsa onu deməliyik. İlham Əliyev bu günləri Azərbaycan xalqı üçün heç nə eləməyib. Azərbaycan xalqının milyardlarını talamaqdan başqa. Bu günləri xalq nefti, qazı olan ölkə, qızıl yataqları olan ölkənin vətəndaşları bu günləri Avropa kamplarındadır, qardaş. Başa düşürsünüz? Bu belə olmalı deyil. Bu ölkə yaşamalıdır, vətəndaş yaşamalıdır. Vətəndaş başqa ölkələrdə sığınacaq axtarmalı deyil. Məndən hələlik bu qədər. Özünüzdən mutluyat olun. Sağ ol qardaş, çox sağ ol. Mən də çıxıram, sağ ol. Belə. Yeni gələn hər bir kəs xoş gəldi. Dayanmadan ekranı bəyənəyin, çox xahiş edirəm. Hə, şeyx. Ay, 200-də birdən-birə çıxdınız. Niyə çıxdınız 200-də birdən-birə? Lazım deyil, heç kimi qoşmuram. Sadəcə olaraq, valla qardaşların həqiqətən də dediklərində %100 həqiqətlər var. Amma ki, bunu nədənsə dərk eləyən insanlar azdır. Həqiqətən dərk eləyən insanlar azdır. Niyə? Səbəb bilmirəm. Niyə bunları dərk eləyən insanlar azdır? Səbəb nədir görəsən? Səbəb nədir? Hə? Bax, sadəcə olaraq mən Azərbaycan xalqına həqiqətən də buradan səsləndirəm. Mənim dəyərli xalqım. Bu danışıq məsələsində
Orxan qardaş gəldi, qoşuldu, danışdı. Bunlar özümüz üçün danışmırıq biz bunları. Yəni bunları danışırıq ki, bunlara əməl edəsiniz. Yəni durub necə deyim, Orxan gəldi, danışdı, buradan aldıq, buradan buraxdıq. Yox. Bunlar danışıqlarından maariflənmək lazımdır. Bunların danışıqlarından, bizlərin danışıqlarından nəsə bir başınıza yeridin ki, bizim danışığımızda nə götürəsiniz? Biz nədən danışdıq? Uğraşdıq. Bir dəqiqəsə bunların nə danışdıqları heç bir şey nədir? Burada oğlanların 99% gəlir qız tutmağa, qız peşindədirlər. Onu bunu ancaq tutsunlar, götürə düşsünlər. Özüm benim, dünya aləm qozlarına deyil. Valla. 99% elənsinədir. Valla bax. Özüm benim. Moderator orada gülür, öbürsü moderatorla, şeyxlə, Gogi orada gülür. Ne bileyim, dünya aləm qozlarına deyil. Valla. Ona görə özüm benim. Gəlin baboşdan danışalım. Baboşdan. Hamı baboşdan danışsaq mariflənli çox olacaq. Valla. Ay kişi, qalxın ayağa, uşaqlarınızın haqqını tələb edin. Heç olmasa siz pox gündə, bədbəxt gündə yaşadınız. Heç olmasa indi uşaqlarınızın o əkdiyiniz, doğduğunuz uşağın haqqını tələb edin ki, gələcəkdə sizin uşağınız deməsin ki, ay ana, ay ata, corva işiyim sənin, ay baba, corva işiyim sənin, pox gündən qoydun Azərbaycana, çıxdın, getdin. Başa düşdün? Heç olmasa indidən çıxın istəyin, uşaqlarınızın haqqını tələb edin. İlham Əliyev necə ki, bizim haqlarımızı gedib verib Ukrayna uşaqlarına. Axı biz dözümlü xalqı, biz dözümlü xalq deyil, biz mazoxist xalqız. Biz xoşlayırıq ki, bizə əziyyət versinlər, bizə zülm versinlər. Biz bunu sevirik, biz bunu xoşlayırıq. Turan, yaxşıyam, sən necəsən qardaş? Vəziyyətin necədir? İşin, gücün, salamatçılıqdır mı? Qədirəni kim öldürdü? Mən nə bilim. Kim öldürdü? Rəhmətli, nə vəzi, verdiyi sualı var. Mən nə bilim kim öldürdü? Mən nə bilim kim öldürdü Qədirəni? Valla bilmirəm. Qədirənin yanında deyiləm. Ona görə bilmirəm Qədirəni kimi. Dedim görə Kamran nədir? Kamran yenə də gəldi. Kamrandan soruşaq da. Kamran, Qədirəni kim öldürdü? Elnur, sən niyə icazə verirsən ki o ağay be? Bir dəqiqə deyən. Ay kişi. Başa düşmədim. Ağayev icazə versən deyəndə ki, mənim canlım onun canlısı, fərqi yoxdur. O nə danışırsa düz danışır. Xalqı söyür, düz danışır. O da canlısı, mənim canlım, fərqi yoxdur. Nəyi söyür? Xalqı söyür, düz deyir. Dedi, xalqın söydü nə dedi məsəl üçün? Bir deyilən görün. İndi bu xalqın içərisində bir dənə qeyrətli kimsə yoxdur. Düzdür, var. Başa düşmədim. Sual verirəm, deyirəm, var. Düz deyir, Elnur. Xalqı söydü də faktik olaraq. Özün də eşitdin. Yox, xalqı söymədi. O xalqı söymədi. Söymədi? Yox. Əgər yalan deyirəmsə şərəfsizəm. Əgər yalan mən düz deyirəmsə onun qeyrətdən... Bir eşitirsən məni, Kamran, bax, sən bir dənə söz deyim mən. Bax, sən çox xalq. Ağzından vurmursan. Elnur, bayaqdan səndən səmimi danışırdıq da, xalqı söyləyirsən, heç sən demirsən. Xalqı zadı söyüb eləmir. Bax, sən bir dənə, bax, sözümə qulaq, eşitirsən məni? İş şərəfin man olsun söymədi. Ömrü boyu xalqı söyməz, həyatı boyu. O xalqın içindəki trollardan danışar. Xalqı ümumilikdə heç kimi söyməz, yadında saxlasan bunu. Elə desin, onu da cümlə deyir, xalqın içərisində bir dənə qeyrət... Kamran, indi sən bir dənə sözümə qulaq as. Qulaq as. Boş da bir dənə ona. Bir dəqiqə deyəndə... Qoş da bir dənə onu, xahiş edirəm, Elnur. Normal danışacaq, söyüş olmaz. Bir dəqiqə deyən, sən mənəcəm bir dəqiqə deyən. Söymədin, Orxan, bax yazmışsan burada, xalqı söymək nə deməkdir? Söymədin xalqı. Kişi xalqı söyməz. Eşitirsən məni? Sən mən sözümə qulaq as. Sözümə qulaq as mən. Qənirə Paşayevan kimi öldürdü? Verdiğin sualı bir dənə fikirləş, təzədən ver. Deyirəm, Qənirə Paşayevanı kim öldürdü? Ölüm mələyi. Ne şirin sən ay uğraşıdı. Evdə tək qalırsan sən, ölüm mələyi. Evdə tək qalırsan sən. Amma nəcəni kim aparır gəlir? Görsən, Orxan görsən nə yazıb? Yazıb ki, xalqı söyənin var yoxunu. Bak, xalqı söyənin var yoxunu, öz var yoxu söylsən Orxan. Yox, eşitirsən məni? Eşitirsən məni? Kamran, eşitirsən məni? Bax, mən səni çıxartacam bayra. Bax, sənin söz deyirəm, ha. Bax, kimliyindən, mənliyindən asılı olmayaraq, mənim bloger yoldaşlarıma söz atan anasını, bacısını tutub qayıraram.
Yəni kimdən asılı olmayır. Lap da söz atanın lap da. Amma dana. Bax sən də söz... bir dəqiqə deyəndə... Yaxşı Kamran, sağ ol. De, eşidirəm, de. Xeysə çıxartırsan, səndən küstüm mən. De, xahiş edirəm, de. Qəndəri Paşayevan kimi öldürüb? Verdiyin suala cavab verdim, elə bir. Yox, orada verdin. Deyirəm Qəndəri Paşayevan kimi öldürüb? Hər kəsin əcəlini necə ölüm mələyi Əzra gəl aparır, həmçinin də Allah rəhmət eləsin. Dünən Orxan onun qeyrətini söyür. Onun ağzına vuramısan ki, sənin arvadın... Ay bilin, kimi qeyrətini söyür? Bir dəqiqə nə, gicdilar, çox yolu gicdilar. Cəmatın arvadıyla nə işin var? Xiyar balası, xiyar. Dünən ölmüş bir insan ruhunu söymədi o. Pis eləyib ki, bəyəm. Onun qeyrətini söyən onu nəyə ki? Bir dəqiqə nə kişi, Qəndəri sən bacındır bəyəm. Azərbaycanın milli qeyrətidir, namusudur. Kim onun qeyrətin namusu? Nə Azərbaycan milli qeyrət namusu? Xiyarsan sən. Boş-boş danışma da Kamran, adam ol. Azərbaycan milli qeyrətin namusudur. Arvadın söyənə niyə pis təsir eləsin? Xiyar bilet xiyar. Bir də eşitirsən məni, Dalboyev. Dalboyev var, Azərbaycan milli qeyrət. Azərbaycan milli qeyrəti nə də? Bəli, kimdir bəs? Orxan yoldaşıdır. Ay bilin, cındır balası cındır. Yaxşı da cındır bilə. Kim sənin uğraşların ağzı? Kamran, niyə məni əsəbləşdirirsən? Sən mən söz dedim axı. Mən səni söymürəm. Cındır bilə, cındır. Sitir buna bayrağı. Danışdırmıram səni. Sitir, peysər. Sitir bayrağı. Danışdırmıram səni. Sən peysərsən. Mən səndən küstüm. Danışdırmıram səni. Bu qəhbən balası, yəni görürsən ki, provokasiya. Qəhbən balasıdır da. Hədə gəlir bura, mənə belə deyir. Sən deyir. Bunu doğmayıb, bunu sıçır. Bunu doğmayıb ki, uğraşdı yalan. Bunu doğmayıb, bunu promosi sıçırlar. Bir ki, Azərbaycan xalqını Azərbaycan xalqını söylənim ki, 78 başı olsun. Mənim sualımı, əgər sən düzgün başa düşməmsənsə, ay qoyun. Ay eşşək, mən yenə də sənin kimi eşşəklərə başa salıram ki, Nujeli bu 30 ildə Azərbaycanda bir dənə qeyrətli adam çıxmadı ki, İlham Əliyev bu qədər idarə edib ölkəni. İlham Əliyev bizi elə gördü, 30 ildə ona görə yırtalayır bu ölkəni ki, susublar da, Azərbaycanın qeyrətli olanları çoxdur. Amma İlham Əliyevin dərisini soyanda, Kamran, onu deyim ki, sənin arvadı sənin gözün qabağında şəxsən bax, Orxan Ağayev ağzına verəcək. Bax şey, onun ağzından çıxarıb sənin ağzına soxacaq. Qəhbədən əmələ gələn. Yox, söhbətin var, söz danış, qoşulmuşsan, elmiyinlə söhbət elə. Qəhbə, Ağayev sikib arvadı pulu verir. Vallah da qoşulmuşsan, bura sözü danış da. Ağayev. Gələndən elə sənə soruşur. Allah hamd olsun, Ağayev vardadır, Ağayev vardadır. Ağrəşdə anası deyib ki, atan odur yəni. O vaxtı sən... Valla gələndən elə sənə soruşur ki, Ağayevanı. Ağayev siksin, sortumu bilədir. Ağayev siksin, nəsli, lifçi, taxanlar. Sən dünənləri buna elə qoymuşsan, paz qoymuşsan, uğraşlar gələndən sənə soruşur. Yox, düz söz yandırır axı. Düz söz yandırır da, vurmaq olum sənə. Biri yazıb ki, gəl Azərbaycanda çevrili şeylər. Niyə görəm, kim yazıb? Əli yazıb. Əli, sənə qızı kəsin. Mən Azərbaycanda çevriliş niyə edirəm? Oturmuşam Avropada. Qardaş, mənə heç lazım döyüşdürə çevriliş elə, çevriliş eləmə. Nə bilim, acından ölürsən, ölmürsən, ölmə. Özün biləsən, mən niyə gəlib çevriliş eləməliyəm? Bəli. Sənə lazımdır, elə çevrilmiş. Mən deyirəm ki, yəni haqsızlığa qarşıyam mən. Mən əgər haqsızlığa qarşıyamsa, mən əgər bu günlər açıq sözümü deyirəmsə, qardaş sizin üçün deyirəm də, mən niyə üçün gəlməliyim? 6 ilimi verdim də sizlərə görə. 6 ilimi 2 dəfə hücum elədilər mənə. Lazımdır mənə. Yoxsa oturacaqsan burada İlham Əliyevə yaltaqlıq eləyəcəksiniz. Mən sizə görə canımdan keçəcəyəm. Yoxdur belə şey. Çağırdı. Görsən ki, videoda çəkmirəm. Niyə bu xalqa görə deyilməz? Əliyə bax. Əli, mən səni gətirirəm. Eşit. Əlicə bir dənə... Orxan, sən bir dənə söz deyim, qardaş. Sən kişiliyivə düzün deyək də, tam səmimliyinə də, qardaşım. Bax,
Avropada nə qədər mühacir insan yaşayır, mühacir həyat sürür? Qardaş, Berlində 20 mindən Ən azından 1 milyona yaxın olar da o ki cəmi halında 800 minə 1 milyona Almaniyada o 1 milyona çatır. ən azından 1 milyon deyək də, lap 1 milyon deyək. 1 milyon ev yox, 1 milyon. Qardaş 1 milyondan neçə nəfər insan canlı açıb öz haqqını, hüququnu tələb edir? Nə olar? Nə haqq ala? Bunları qoy günə restorana getsinlər, restoranda otursun. Uzaqbaşı 15-20 nəfər olar da, hə Orxan? Damla gələndə damların konsertinə getsinlər. Şəhidlərin verdiyimiz vaxtlarda. Bunlar belə adamlardır. Bunlarda sən nə gözləyirsən? Bunlar pis gününü unudan insanlar. Bax, Orxan. Azərbaycandan gəlib, hamısına aid deyil də. Bax qardaşım, Bir çoxu burada belədir. 300-ə yaxın şəhid verdik, düzdürmü? Azərbaycan matəm içində olmalıdır da belə baxanda. Yeni ildə indi fişənglərə baxsan. Fişənglər partlayacaqları yeni ildə, tap batara, tap batara. Mən sənə deyirəm ki, Almaniyada Azərbaycanlıları yaxşı tanıyıram. Yəni, yaxşıları da var, pisləri də var. Bəli. Hər yerdə olduğu kimi. Qardaş, bizə düşmən lazımdır. Bu sözü həmişə demişəm ki, bizim özümüzə düşmən. Bir Azərbaycanlı istəməz ki, o birisi Azərbaycanlı qabağını geçsin. Niyə? Bilmirəm, qardaş. Bəli. Nə bu xalqın içinə bu viruslu soxublar. Nə desə, qardaş, harada Azərbaycanlı görsə bir Azərbaycanlı, o birisi Azərbaycanlı, o birisi özünü dartmalıdır. Bu birisi də özünü, o görür ki, dartır, bu birisi də dartmalıdır. Nə bilim, o birisi gedib maşın alanda, bu birisi də gedib almalıdır. O birisi BMW alıbsa, bu birisi gedib BMW-nin ən pastelini almalıdır, qardaş. Neyin bəhsinə giriblər? Bu Alman köpək yoluna baxırsan ki, belə deyək də. Sadə maşın sürür. Bu sürür sadə maşın. Allah hamd olsun, hə. Bizimkinə baxırsan ki, Orxan, bizdə dizel sürənə bizdə dizel sürən padlo kimi baxırlar. Deyirlər, bu nədir, dizel sürür. Sən Avropada görmüsən, hamı dizel, 90% insan dizel sürür. Qardaş, ayağını yerdən götürsün. 2 qapılı maşın sürürlər. Balaca, xudmani 2 qapılı. 500 manat, 600 manatlıq. Deyirəm, mən ayağımı yerdən götürsün. Mən nə edirəm ki? Orxan, sən bir söz deyim qardaşım. Tam səmimi də Orxan. Bax, qardaş, neçə ildir Almaniyada yaşayırsan da. Bax, indi məsələn bir söz deyim. Nə qədər Galinwagen görmüsən bu vaxta kimi Berlində? Berlində bu vaxta kimi... 2 dənə, 3 dənə. 20 dənə, 30 dənə. Hə, o zaman 10 dənə, 20 dənə olsun da, optik qaba. 7 ildə ya, 7 ildə sayıram sənə. Hə, özüm ölüm. Azərbaycanda baxsın, kreditli borcu içində ölür. Nədir, qonşusu gedib qalik alıb, bu da gedib qalik alıb, qalik sürür. Nə məzbudur ki? Bax, Kamran, mən görsən, onun ailəsinə toxumdan başı edirəm. Kamran kirəli edir, hamı da bilir ki, 72. Hə, hamı, o sıra. Bir dənə Azərbaycan xalqı elementar sual. Bu hamımız bu TikTok işlədiyi, hamısının qarşısına çıxır. Ayaqqabı kreditlə, geyim kreditlə, üzük kreditlə, qızıl kreditlə. Az qala birazdan bastığa da kreditlə gedəcək bu xalq. Nisiyə. Nisiyə, qaqaş, nisiyə. Niyə? Pul yoxdur. Ölkədə pul yoxdur. İnsanların maddi durumları, qardaşım, imkan vermir pul almağa. Kredit nə deməkdir, ha? Orxan. Kreditlə alırlar. Mən Almaniyada yaşayırmışam, mən görməmişəm ki, Almaniyada kredit şey deyəsən. Orxan, bax, qardaşım, adi iPhone 14'ü, görmüsən heç retki iPhone 14 işlədən var. Retki. Mən, məsələn də sözdür. Almanın da əlindəki telefona bax. Gəl mənim də əlindəki telefona bax. Niyə? Çünki mən Azərbaycan. Sən iPhone 14 işlədirsən. Hə, mən Azərbaycanlıyam. Özüm ölüm. Mən Azərbaycanlıyam. Deyirəm ki, bizim bədənimizdə nəsə uşaqlıqdır. Peyvəndi yerdə hansısa bir zəhirman ukol vurublar. Başa düşürsən? Bax, gedirəm, məsəl üçün, dövlət idarələrində, deputatdır da, qardaş. Bu deputatın əlində iPhone 6-dır. Mən bir bloger, Azərbaycanın qaçqını, əlimdə 14 Pro Max-dır. Nəzər olur bu? Baxır da bu adam ki, bu adam, qardaş, qaçqındır da bu, kimdir ki? Bunun əlində 14 Pro Max-dır, mən deputatam,
Almaniyanın deputatıyam. Bəli. Mənim əlimdə iPhone 6-dır. Bəli. Dəhşətdir, Allah'ın olsun. Orxan. Bizim milləti belə deyim, nəsə vurublar da, mən demişəm. Deyirlər, Allah'ın olsun. Orxan, Berlində səhiyyəni də görmüsən də? Səhiyyə necədir? İşçiləri. Görmüsən heç orada həkimlərin dırnaqlarında lak olsun, nə dodaqları silikon olsun, nə bilim orası burasında botoks olsun. Giyimlərini görmüsən necə sadə giyinirlər? Standart var, Ha. standart var. Və sonra, yəni o həkim sənə gəlib əlcəksiz yaxınlaşa bilməz. Həkimin əlində əlcək olmalıdır, üzündə də maska olmalıdır. Bəli. Bunların standartları var da. Ha, nəsə tibb bacısı olar, nə bilim, nəsə ağır xəstə olar, altını yığışdırmaq, başqa bir söhbətlər. Ha, o deyə bilmərəm, orada əlcəksiz işləyir, əlcəklə işləyir. Amma xəstəyə bunlar görürsən ki, necə yaxınlaşırlar. Hello, necəsiz, vəziyyətiniz nədir, nədən şikayətsiniz? Yoxsa bizimkilər kimi xəstəxananın qapısına çatan kimi qarolçuya 5 manat verir. Girdin şeyə, resepsiyona 10 manat orada verir. Həkim gəldi palataya, həkimin cibinə 10 manat bas. Nə bilim, palata süpürələr cibinə 10 manat bas ki, yaxşı süpür. Niyə? Dövlət xəstəxanadısınız. Burada hər şey pulsuz olmalıdır. Bunu dövlət təmin eləməlidir. Yoxsa yox. Orxan, Allah haqqı, Azərbaycanda fikir versən, İraq yaxşılarının, qızların 90% bir-birinə oxşuyur. Bilirsən, bu əvvəl Türkiyədə idi bu beləncə, bu mod. Türklər o xəstəliyi saldılar bizim bu cavanlarımızın zamanında. Elə bilirlər ki, bu Orxan, Orxan, illəri, canın dərk gəlməsin qardaşım. Bax, Azərbaycan birinci xanımın dodaqlarına bax. vay, Silikonludur sən, buna bax. vay, çalmasaydı, hər ki çalıb, Valla biabırçılıqdır, Allah haqqı. Birinci xanımı belə ondan sonra bu İraq yaşlarından, vətəndaşından nə gözləyəsən? ay yox, bu birinci xanım deyəndə, elə bir ki, mənə söylürlər. Azərbaycan birinci xanımı, bizim şəhid analar. Bəli. Bunların dilində deyirəm, değil mi? Bunların sistemi ilə deyirsənsə, bu konkretdir, bu, bilirsən, bunun analıq sistemi ölüdür. Mən bu deyirlər, bu İlham Əliyev gələndə, şəsən buna diktator, bəylər zat güc olub da, qaracıq. Bunun analarının güc olub. Bir də görürəm ki, kimsə mış kimi məni görür orada, əfqanın zadı, mış kimi belə biz işə, tarakanlar olur, öyle tez gedir ha. Oğlum, mehir kuş. Bunları böyle çatdırayım ben. Ay sen göreydin de o kartinalı biraz izlemeyi lazım idi ki, yine tarakan kimi girdi de, teşkiye sırası. Qorxurlar. Allah haqqı qorxurlar. İt kimi qorxurlar. Qorxurlar. Bilirsən, bilirləri, bu bizləri niyə söylürlər məsələndə, yaxud da, elə bilirsən ki, niyə? Qardaşım, insanlar informasiya acıdıları günləri. Baxmaya, baboşları zadı reklam edirlər, qabağa çəkirlər. Niyə? Gəncləri çəkirlər o yoluna. Bəzilərini çəkdilər, narkotiklə məhv elədilər, bellərini qırdılar. Bəzilərini baboş yolu ilə məhv edirlər, bayramlılığı yolu ilə məhv edirlər. Bəzilərini adını qoyub Qarabağ döyüşlərində məhv elədilər. Qardaş, bu ölkəni şunu məhv edirlər. Qutarda da birazdan Kürtləri gətirib 30 liradarlar Bakıda, Bakımızın üstündə. Erməniləri gətirib 30 liradarlar Bakımızın üstündə. Necə ki 30 durumlar vəzifələrdə var. Hər bir vəzifələrinin qanında erməni. Sahib Baba belə nələsi erməni qəbrində zolladığının qəbrində dərdədədir bilər. Bunu İlham Əliyev bilmir. Bunu bloger Orxan Ağayev sənədi ilə, sübudu ilə göstərir. Bunu İlham Əliyev bilmir. Bunu Vilayət Eyvazov bilmir. Bunu TTK rəisi Əlin Ağayev bilmir. Niyə də? Nə içirsiniz? Nə istəyirsiniz ki bu qazilərdə? İndi də varyant oynuyorlar bize. Oynuyor. Ama Allah'ıma anlıyorsun oynuyor. Bir de Putin'in böyle sarsılmağını güçlü istəyirəm ki, Əliyev sirkələnsin Emrah. Hə. Azərbaycan
Azərbaycana gedəndə, qocalıram da bura. 40 yaşa haqlayıram. Almaniyada bir şirkət var, yaxşı seks dərmanları satırlar. Bir 2 təyyarə ondan zakaz edirəm. Çünki Azərbaycanda bəziləri anasını, bacısını gündə 4-5 dəfə sikəcəm gözlərinin qabağında. O trolları deyirəm ha. O bəzi polislər var ya, anasını sikdikləri. Hansı ki, əl qaldırırlar, qadına, uşağa, yaşlı qadınlarımıza. Onlar da yaxşı arvadları var. Yaxşı arınırlar, yiyirlər, götləri yağlanır. Belə quyruqlanı bəyəm əlli başlı. Amma Orxan, Onlar da götdən sikəcək. Orxan, bəs bizə məlumat ötürən polisləri necə? Onları necə eləyəcəyik? Onları sığalayaq. Onları saxlamaq lazımdır, yoxsa onlar da arvadların, qızların, zadlarını zorlayaq? Yox, onları bakacaqda kimsə uğraşlıq edibsə, onları da keçirdiniz sikəmizdən. Yox, eləməyibsə, işləyibsə elə təmiz bizə, qoy işləsin başını sağ. Amma Azərbaycanda qardaş, belə deyim də, mən heç bir vəzifə zadı yox. Heç bir vəzifə istəmirəm, Allah'ım olsun. Azərbaycanda yalnız demokratiyanı görmək istəyirəm. İnsanların bərabər yaşadığı mühit görmək istəyirəm. Neftdən gələn gəliri xalq arasında bölüşməsini istəyirəm. Qazdan gələn gəlirin xalq arasında tam şəffaf bölüşməsini istəyirəm. Vergilərin Azərbaycanda olmasını istəyirəm. Azərbaycanda zavodların, fabriklərin tikilməsini görmək istəyirəm, qardaşım. Bəli. Görürsən, narkotiklə, belə deyim də, güclü mübarizələr aparmaq lazımdır, konkret. Amma bu nəşədir, zatdır, bunu legallaşdırmaq olar. Necə ki, Avropada bu legaldır. Bəli. Yəni ki, əgər bu insan həqiqətən də bundan asılıdırsa, burada narkoman demirlər də, burada xəstə kimi yanaşırlar da, yəni onların haqqıdır. Aparatdır, qardaş. O aparatda da dövlət vergisini qoyur. Narkotik alırsa və salam. İctimai yerlərdə çəkmək olmaz. Sən gel evində zəhərlə birini nə qədər istəyir. O sənə bir şey verir. İstən küpünə girdinə. Amma naruşen eləməyin. Naruşen eləməyin. Demokratiya gözəl şeydir. Amma demokratiya o demək deyil ki, qəhbəliyi təbliğ elə, uğraşlığı təbliğ elə, nə bilim, özünü aç bıraq. Valla demokratiya gözəldir. Amma onu gözəl istifadə edəndə. Yəni mən adamlar tanıyıram ki, uğraşlı, gəliblər bura belə, demokratiya özlərini açıb bıraxıblar, axırda belə hardadılar və sözlərini bıraxıblar. Olmaz. Yəni hər bir dövlətin öz qayda qanunu var və çalışmalı ki, o qayda qanununa riayət edir. Yəni Azərbaycanda da qayda qanunu olsa nə gözəl. Yox da, kimin pulu var, basıb onun kasının gözünü döşür. Kimin pulu var, deyir mən lotuyam. Amma Orxan, bax, Azərbaycanda narkotiki, belə deyim də, nəşəni legallaşdırmaq polislərə sərf eləməz. Çünki bu günləri bilirsə ki, Azərbaycanda narkotik alveri ilə polislər məşğul olur. Onların çörəyini əlindən almış olar insan. Hayır, belə deyir də, bu parlament qurulandan sonra, belə deyir də, əgər biz kansler sisteminə keçsək, parlament qurulandan sonra, baş nazir olandan sonra, düzdür, yəni bu polislər ki var, bu polislər hamısı bıraxılmalıdır. Standart bir polis olmalıdır, standartlara uyğun. Avropada necədir? Bəli. Hamının boyu bir, hamının çəkisi bir, hamının, nə bilim, istər qızlarımız ola bilər polis, başa düşdür, standartlar eyni olmalıdır. Yəni indiki polisdə işləyən qızlar da ola bilər, indiki polisdə işləyən qızlar qala bilər, yoxsa? Yox, o qəhbələrin orada nə iş var? Orxan, sən bir sual verin. İndiki polislər bilsən kimdir? İdmançılar. Orxan, sən bir sual verin. İndiki bizdəki polisdəki qızları görmüsən də? Hamısı idmançı. Onlar niyə götləri yekədir? Ha? Niyə götləri yekədir onların? Uğraş deyə bilmərəm. Fikir versən hamısını götü yekə. Yox, onların arasında idmançılar da var. Mən prosta anlaya bilmirəm ki, o idmançıları. Biriləri, yaxşı da siz idmançısınız. Azərbaycan Respublikasının bayrağını ölkəmizin hüdudlarından qaldırırsınız.
Siz idmansızsınız da. Hə. Öz işinizlə məşğul olun. Sizin polislə nə işiniz var? Siz, nə bilim, niyə girirsiniz axı bu söhbətlərə? Ha? Sən idmansızsan da, sən qurban. Bir idmansızlığı elə də. Vətənimin bayrağını qalxız. Eşq olsun, qalxız da. Sən polislə nə işin var da? Onu anlaya bilmirəm. Nə bilim valla. Amma yaxşı olacaq. Orxan sənə bir sual şey deyim. 2016-2017-ci ildir. İlham Əliyev bəs şey elədi, əmr verdi ki, müddətdən artıq həqiqi hərbi qulluqçu qəbulu başlayır. Nəysə, inandırım ki, siz Sumqayıtda nə qədər kafelərdə 12 manat 50 qəpik verən qəhvələr var idi. Demək olar ki, 99,99% hamısı gəldi hərbiyə. Bax, valla reallığı deyirəm, bax, and ol Allaha. Kafelərdə qız qalmadı. Deməli, bir oğlan var, deyir, getdim, deyir, Ağdaş yolunda deyir, bir kafe var idi. Deyir, getdim ki, bəs burada bir qəhvə var idi, hanı o? Deyir ki, bəs sən o deyir, getdin, maxı oldu. Deyir, gedib hərbidədir. Sən İlham onu da çəkib hərbiyə. Allaha and olsun, real olan bir şey deyirəm, ha. Hərbiçilər edib baxıb gülür. Oğraşdır. İndi təzdən həmən o qızları var, ha. Gördü ki, Allah, hərbi sən elədi o qəhvəxana. Oğraşdır. İndi həmən qızları bir-bir udarət edirlər. Həmən qızları bir-bir udarət edirlər. Mən sənə bir daha söz deyim. Bu yadıma gəlir də, bu Fövqəladə video çıxmış deyib, biabırçı video. O videolardan Müdafiə Nazirliyində bir sənə qədər var. Patskı ilə. 50 qəpiyini. Patskı ilə. Xırdası var da o yerə. Dəyişə. Orxan, Ədliyyə Nazirinin hərbçisini görmüşdün sən öz arvadı ilə seks videosunu. Ədliyyə işçisi, nazir nədir? Ədliyyə işçisinin. Yox, sikim o qeyrətini. Baxmamışdın, arvadı ilə olur təpi ilə zatla. Video çəkmişdi. Nə aşağı alır? Görməmsən onu? Yox. Allaha and olsun, arvadı ilə seksini yayılır. Gizlindən arvadını qoyub seksini. Burada baxanlar var. Arvadını bilsən neyini? Təpi ilə zatla. Götürü təpi vurur. Götürü bir... Orxan, birazının 10 dəqiqəlik bir seks videosudur. Niyə belə arvadını plen tutur? İşte o. Bax, valla, biabırçılıq. Özünü asıb eləyər. Allah yox, nə qədər peysər şeydir, nə özünü asdı. Heç nə asıb eləmə, boynun şişib elə bir gəzir. Sikim onun saatını. Allah hamd olsun, eləsə də gəzir, valla. Kimiz, harada işləyir? O şeydə, Ədliyyədə. Kamran, adamı... Atın bayrağı, sikim o doğanını. Sikim onun armadını. Onun belə mamasını döşünə qutarıb. Yox, Orxan, Kamranı bilirsən də nə olub? Kamran öz qardaşı arvadını cinsi əlaqədə olduğu yerdə qardaşı gəlib tutub onu. Bax, özü təsdiq elədi ki, qardaşım burada çoxlandı danışmıram. Ama atası Kamranı o vaxtı götdən sikib o vaxtdan almışım qalıb, değil mi? Kədə ərazikədə. Götdə olmazsa bir şəklimiz adını göstərdim. Kimin Kamranın? Var da məndə şəkil, tapmışam da o şəkili. Öpürəm də səni. Onu Azərbaycana gələn kimi özüm sikərəm. Abi, bəs YouTube'da da paylaşmışam, Twitter'da da paylaşmışam, hamısı da paylaşmışam, saxlamışam da Kamranın şəkillərini. Can var. Valla, mənə belə deyirsən, mənim şəklimi deyir, hardan tapdın deyir. Onu aparacam birinci mikrorayona. Hə. Mikrorayonda bizdə zeytunluq var da. Onu aparıb birinci zeytunluqda sikərəm. Zeytun yağı ilə yoxsa? Yox, quru keçirdəcəm ona. Nə zeytun ya? Onu quru keçirdəcəm. Sonra qalxacam 9-un yuxarısına. 9-un yuxarısından aşağı uçub biləcəri görsənir də. Hə. Onu mən aslında üzü quyulu orada tutub sikəcəm. Elə əskərlər zaqqaldır o Hə. görsün. Anası qəhbəli. Hə. Qod gəl olsun da, beləsə qəhbələr bilirsin ki, düzgün olarlar belə. Heç kimə söymək olmaz, heç kimə... Amma biz söyə bilərik, mən siyasətçini söyürəm. Mən səni söymürdüm ki, siyasətçini söymək olar. Rüşdə. Bəli, bəli, düz deyirsən. Siyasətçini söymək olar. Qarşı Avropada əgər büyümləri, kansler götünə başına yaxsa, mən onu söyərəm. Bəli. Rüşdə. O belə. Nə bilim,
Allah bunun başına daş salsın. Kamran da atıb peysərə yaşayır özü üçün. Sikim onun olmayan qeyrət. Onun qeyrətini, sikim olmayan qeyrətini. Orxan, Neyse. yaxşı olar inşallah qardaşım. Allah səni qorusun, Allah səni var eləsin. Yaxşı ki, Var ol, öpürəm. öpürəm səni. Mən də canlı Sağ ol. bağlayaq, hə? Canlı yekunlaşdıraq bizdə. Mən Allah- Kamran anasını sikdiklərim kimi belə deyim də, anası qəhvələrin efirdə çox almır. Çünki o gözü ilə görənlərdir. Onun anasını sikim mən, heç nə. Kamran peysər şeydir. Nə qədər çatda yaxşı oğlan var, siksin onun anasını, gəzə baxın, bazlıq eləyin getsin. Söyün hamısı, hamısı söyün onu geçsin. Sikim onun da. Öpürəm. Orada Allah amanda qal. Allah amanda. Var ol. Gecən xeyrə. Gecəniz xeyrə qalsın dəyərli izləyicilər. Allah amanda qalın. Allah sizləri qorusun. Gedin başınızı qoyun yatın. YouTube izləyicilərim, sizin də gecəniz xeyrə qalsın. Siz də Allah amanda qalın. Allah sizləri qorusun. Yaxşı ki varsınız. Gecəniz xeyrə qalsın. Hələlik var olasınız.